5-ci fəsil. Ertəsi gün gündüz saat 09:58-də iki polis kapitanı Qambay Qasımlının mənzilinin qapısı qarşısında idi. Sevdan zəngin düyməsini basmaq istəyəndə Elmar onu saxladı. Dayan, Qambay müəllim bizə saat 10 tamamda gəlməyə tapşırıb. Vaxta hələ 2 dəqiqə var. Özün bilirsən ki, o dəqiqliyə çox önəm verir. Sevdan güldü. Bəsdir sən canın. Qapının ağzında dayanmayacaq ki. Bu zaman qapı açıldı və yüngül idman kostyumunda olan ev sahibi onları içəri dəvət etdi. Xoş gəlmisiniz, buyurun. İş otağına keçdilər. Qasımlı qonaqlarına divanda oturmağı təklif edib, özü masanın başındakı kürsüdə əyləşdi. Danışın görək necəsiniz, işləriniz necə gedir? Məşhur cinayət axtarış ekspertinin onları evinə dəvət etməsinin səbəbi Elmarı çox maraqlandırırdı. Lakin tələskənlik edib bunu soruşmaq, səbir və intizamı hər şeydən üstün tutan Qasımlıya xoş gəlməyə bilərdi. Şükür, hər şey yaxşıdır, dedi. İşləyirik, çalışırıq nə sizin adınıza, nə də məzunu olduğumuz polis akademiyasının adına xələl gətirməyək. Özümüz barədə hələ ki narazılıq eşitməmişik. Qasımlı başını təqdir edici şəkildə tərpədərək, çox gözəl, ən əsası ədalətə və vicdanınıza xələl gətirməyin. Qalan şeylər düzələndir, dedi və üzünü Sevdana tutdu. Sənin işlərin necədir, Kəlbəcərli balası? Ata yurduna köçmək fikrin yoxdur ki? Birbaşa polis rəisi göndərsələr gedərəm. Qız qaşlarını işvə ilə dartıb güldü. Yoxsa sən də akademiyanın digər qız məzunları kimi rahat kabinet həvəsinə düşmüsən? Yox, mən rəis olsam kabinetdə oturmaram. Bəs nə edərsən? Hər gün at belində Kəlbəcər dağlarını gəzib quldur axtarar. Dostunun əvəzinə Elmar cavab verdi. Ona məzəmmətlə baxan qız söhbəti mövzusunu dəyişmək üçün ev sahibinə müraciət etdi. Siz necəsiniz hocam? Nə işlə məşğulsunuz? Əlinizdə nəsə bir cinayət işi varmı? Əslində sizi buna görə çağırmışam. Qasımlının siması birdən-birə tutuldu. Navid adlı bir tələbəni müəmmalı şəkildə, vəhşicəsinə qətlə yetiriblər. Prokurorluqda işi qardaşına aparır. O oğlanı tanıyırdım. Avqustun ortalarında rayondakı bağımda bir gün günəmuz fəhlə işləyib. Xoşum gəlmişdi ondan. Qürurlu və mərifətli oğlan idi. Başına gələn işi eşidəndə qatilin tapılmasında Fuad bəyə kömək etmək istədim. Yəni rəsmi sənədlərdə adım olmadan. Qatil hər kimdirsə olduqca hiləgər biridir. Qətilə namus donu geyindirməklə hər kəsi, o cümlədən Fuad bəyi də çaşdıra bilib. Mən isə bu qərara gəlmişəm ki, qətil heç də namus intiqamı ilə bağlı törədilməyib. İşin ucu qaranlıq yerlərə gedib çıxır. Hətta Mirixanovun qəsəbəsindəki bağ evinə edilən basqına qədər. Sözünə ara verib gənc polis zabitlərinin növbə ilə baxışlarının süzgəcindən keçirdi. Bu işdə sizin köməyinizə ehtiyacım var uşaqlar. Başçının Xamis adlı bərbərini və Navidin qəsəbədə fəhlə yoldaşı olmuş Qadiri izləmək lazımdır. Bir də Respublika klinik xəstəxanasına gedib, Qadirin 10 sentyabr tarixində həyat yoldaşını ora müayinəyə aparıb-aparmadığını öyrənməlisiniz. Özünün dediyinə görə arvadına orta yaşlı bir terapevt resept yazıbmış. Polkovnikin sözünü bitirməsini gözləyən Elmar arada yaranan pauzada dərhal dilləndi. O cinayət işindən xəbərimiz var Qambay müəllim. 102-yə edilən zənglə bağlı hadisə yerinə hamıdan əvvəl Sevdanla mən getmişik. Polis bölməsində o işin tədqiqatını mən aparıram. Hə, rəisimiz Elmarı hadisə yerinə göndərəndə mən də ona qoşuldum. Sevdan əlavə etdi. Açığı çoxdan idi ki, meyit görəndə belə pis olmamışdım. O cür yaraşıqlı, mərdanə görkəmli oğlanın bədənini deşik-deşik eləmişdilər. Hadisə yerinə ilk sizin getməyiniz yaxşı olub, deyə Qasımlı başını razılıqla tərpətdi. Oradakı müşahidə və ilkin qənaətiniz mənim üçün maraqlıdır. Danışın görək, diqqətinizi xüsusi olaraq cəlb edən bir şey olubmu? Birinci Elmar sözə başladı. Düzünü desəm, mənim də ağlıma ilk gələn versiya oğlanın namus üstündə öldürülməsi oldu. Çoxsaylı bıçaq zərbələrinin bizi çaşdırıb yanlış yola salmaq məqsədi daşıdığını ağlıma da gətirməzdim. Təsdiq edərsiniz ki, belə şeylər cinayət aləmində nadir hallarda baş verir. Qadın məsələsi ilə bağlı şübhəlilərin əksəriyyətini bölmədə mən dindirmişəm. Lakin heç birindən bir şey çıxmadı. Yaxşı, qətl barədə başqa hansı mülahizələrim var?
Qasımlı oğlanın sözünü kəsdi. Mərhumun sifətində heç bir zərbə əlaməti yox idi. Köynəyi də yalnız bədəninə vurulan bıçaq zərbələri ilə deşilmişdi. Yəni əlbəyaxa olma, süpürləşmə əlaməti görünmürdü. Bu isə onu göstərirdi ki, qətl əvvəlcədən planlaşdırılmış şəkildə olub. Navid ora gələn kimi heç gözləmədiyi halda qəfildən vurulub. Meyidin yerdəki duruş vəziyyəti də bunu göstərirdi. Afərin, Qasımlı gənc zabiti təqdir etdi. Sonra Elmar yenə nəsə demək istəyirdi ki, lakin həmin an Sevdanın güldüyünü görüb ona acıqlandı. Nəyə gülürsən? Kaş orada olub Elmarın ədasını görəydiniz hocam. Sevdan gülüşünü kəsərək Qasımlıya baxdı. Qaşlarını çataraq elə mülahizələr irəli sürürdü ki, torpaqda qurumuş qan gölməçəsi varsa, deməli oğlan burada öldürülüb. Başqa yerdə öldürülərək bura atılmayıb. Daha nələr? Səhv deyirdim. Elmar qaşqabağını salladı. Yox, amma bunu mənim nənəm də deyə bilərdi. Hə, sənin nənə məşhur xəfiyyə imiş, xəbərimiz yoxdur. Elmar dedi və gülümsəyərək Qasımlıya baxdı. Kaş orada Sevdanın özünü görəydiniz, Qambay müəllim. Şam ağacına bağlanmış ipdən bir köynəklə şalvar asılmışdı. Kafenin gözətçisi gecə yatmazdan əvvəl yuyub asıbmış. Sevdan paltarları əlini vurdu və dedi ki, bunlar yaşdı. Dediyim vaxtda yuyub assaydın, indiyə kimi qurumuş olardı. Kişi də bilirsiniz nə cavab verdi? Dedi, ütüm olmadığı üçün yuduğum paltarları sıxmıram. İpdən eləcə sulu-sulu asıram ki, çox qırışmasın. Sevdan bu cavabı eşidən kimi səsini kəsdi. Hə, sən ancaq məni ələ sal. Sevdan dodaqlarını ədalı şəkildə büzdü. Köynəklə şalvara baxıb qoca kişidən soruşursan ki, bəs tumanı niyə yumamısan? Nə olsun? Elmarın yanaqları azacıq qızardı. Görəndə ki, ipdə köynəklə şalvardan savayı başqa paltar yoxdur, bu sual ağlıma gəldi və soruşdum. Kişi nə cavab verdi? Qasımlı Sevdana baxıb gülümsədi. Sevdan güldü. Dedi, onu yuyanda çöldən asmıram. Abırlı kişi idi. Deyəsən alt paltarlarına naməhrəmlərin görə bilməsindən utanırdı. Bəs mayka? Dedi, ümumiyyətlə mayka geyinmirəm. Elmar Sevdana acıqlı nəzərlərlə baxaraq susmasını işarə etdi. Qızın Qasımlı kimi adamın yanında ona gülməsi keyfini pozmağa başlayırdı. Qasımlı isə nədənsə qaşlarını çataraq fikrə getmişdi. Nəhayət üzünü Sevdana tutaraq, yəni paltarlar doğrudan da yaş idi, deyə soruşdu. Yox, Qambay müəllim. Qızın əvəzinə Elmar cavab verdi. Sadəcə nəmlik var idi. Kişi gec yatır. Paltarları da gecə 2 işləmiş asıb. Bakının havası bildiyiniz kimi rütubətlidir. Gecə 2-yə qalmış yuyulan paltar səhərə kimi qurumaya bilərdi. Üçü də susmuşdu. Sevdan da daha gülmürdü. Gözlərini ev sahibinə zilləyərək onun nə deyəcəyini gözləyirdi. Sizə bir sual verəcəm. Qasımlı bir neçə dəqiqədən sonra araya çökmüş sükutu pozaraq dalğın halda dedi. Bilmək istəyirəm, görüm yaddaşınız bir polis zabitinə yaraşan səviyyədədirmi? Buyurun hocam. Sevdan çətin imtahana girən tələbələr kimi özünü toparladı. İpdən asılmış o paltarları, yəni köynəklə şalvarı təsvir edə bilərsinizmi? Dəqiq yadımdadır. Elmar dərhal cavab verdi. Göy rəngli şalvar və ağ köynək. Köynəyin üstündə də göy zolaqlar var idi. Eynən, Sevdan dostunun dediklərini təsdiq etdi. Bəs kişinin əynindəki paltarlar necə idi? Qasımlı növbəti sualını verdi. Qarışıq rəngli damalı köynək idi, deyə bu dəfə Sevdan birinci cavab verdi. Lakin Mixay rəng üstünlük təşkil edirdi. Bəs şalvar? Şalvar qara rəngdə idi. Düz deyir, deyə Elmar başını tərpətdi. Afərin hər ikinizə. Qasımlı məmnun halda dilləndi. Bunu niyə soruşdunuz hocam? Sevdan hövsələsizlik etdi. Heç, dediyim kimi sadəcə yaddaşınızı yoxluyurdum. Qasımlı belə desə də həmişə dərindən düşünəndə olduğu kimi qaşları düyünlənmiş, sərt dodaqları bir-birinə kiplənmişdi. Baxışlarını masaya zilləyib sağ əli ilə alnını ovuşdururdu. Elmar yaxşı bilirdi ki, belə hallarda məşhur cinayət axtarış eksperti özü danışmasa, sual verməyin heç bir əhəmiyyəti yoxdur. Odur ki, susub gözləyirdi. Bir neçə dəqiqə belə sükut içində keçdi. Nəhayət Qasımlı başını qaldırdı və mobil telefonunu götürüb kiməsə zəng vurdu. Bir neçə dəqiqə sonra danışmağa başlayanda Elmar bildi ki, zəng vurduğu şəxs Sevdanın müstəntiq qardaşıdır. Fuad bəy, salam. Hər şey yaxşıdır, sağ olun. Xahiş edirəm, Şirvani küçəsindəki nəzarət kamerasının qətl baş verən gecə saat 03:30-04:30 aralığındakı görüntülərini elektron ünvanıma göndərin. Sadəcə bir də baxmaq istəyirəm.
Aha, istəyirsiniz onu da göndərin. 0640-0645 aralığı mənə kifayət edər. Çox sağ olun, gözləyirəm. Gənc polis zabitləri gözlərini ev sahibinin ağzına dikmişdilər. Lakin o deyəsən danışmaq fikrində deyildi. Yalnız bir qədər susandan sonra üzünü Sevdana tutaraq, hərəmizə bir fincan qəhvə hazırlasan pis olmaz dedi. Qız dərhal ayağa qalxıb mətbəxə yollandı. Elmar isə divanda sakitcə oturmuşdu. Hadisə yerinə getdikləri həmin gün barədə düşünürdü. Deyəsən Sevdanın paltarların nəm olması barədə fikri Qambay müəllimin işinə yaramışdı. Əgər belə idisə, daha qızın qabağında durmaq olmazdı. Bunu düz bir il onun üzünə vurub lovğalanacaqdı. Sevdan balaca sinidə 3 fincan qəhvə gətirdi. Qasımlı qəhvədən bir qurtumalı bir siqaret yandırdı. Qoy Fuad bəy istədiyin video görüntüləri göndərsin. Əgər qənaətim özünü doğrulsa, işin sonuna yaxınlaşmış olacağıq. Yaxınlaşacağıq, yoxsa iş tamam bitəcək? Elmar soruşdu. Yox, hələ bəzi qaranlıq məsələlər var. Mən fikirləşirəm ki, Sevdan tərəddüdlə sözə başladı. Əgər siz Mirxanovun evinə basqın olunmasıyla bu qətl arasında əlaqə görmüsünüzsə, onda Navidi elə həmin basqını təşkil edənlər öldürüblər. Yəni oğlandan istifadə edib sonra şahid olmasın deyə aradan götürüblər. Qasımlı başını buladı. Başçının evinə kimin basqın etdiyi məlumdur. Kim? Öz bərbəri Xamis. Gözətçini öldürüb 500 min manatı aparan odur. Deməli siz artıq o cinayətin üstünü açmısınız, hə? Sevdan heyrətləndi. Əlimdə bununla bağlı sübut yoxdur. Hər iki cinayət işini birgə aparacağıq. Onda heç bir gizli şey qalmayacaq. Bildiyim odur ki, Xamis pulla dolu çamadanı öz həyətində bastıranda Navid onu görüb. Sonra bunu kiməsə deyib və pulları oradan çıxararaq götürüblər. Qasımlının e-mail ünvanına məktub gəldiyini bildirən siqnal eşidildi və o notebooku qabağına çəkib göndərilən videolardan birini açdı. Bu Şirvani küçəsindəki video kameranın gecə saat 4 radələrindəki görüntüləri idi. Elmarla Sevdan yerlərindən qalxıb masaya yaxınlaşdılar və hərəsi bir tərəfdən başını uzadıb qaranlıqda çəkilmiş bulanıq görüntüləri izləməyə başladılar. Lakin burada diqqəti cəlb edəcək heç nə yox idi. Monitorda yalnız kafenin yan tərəfi və arxasındakı şam ağaclarının çətiri görünürdü. O da hədsiz dərəcədə zəif işıqlandırılmış halda. Kafenin arxasında baş verənləri buradan görmək mümkün deyil axı. Sevdan narazılıqla dilləndi. Ağacların çətiri heç nəyə görməyə imkan vermir. Qasımlı qıza cavab vermədi. Bütün diqqəti monitordakı donuq və bulanıq görüntüdə idi. Biraz sonra dostlar bezib gözlərini notebookdan çəkdilər. Lakin hələ də masanın yanında dayanmışdılar. Bir neçə dəqiqədə keçdi. Birdən Qasımlı gözü monitorda olduğu halda əlini uzadıb masanın üzərindən qələm götürdü. Ağ bir vərəqə 0346 qeydini yazdı və gözlərini yenidən monitora dikdi. Elmar bu adamın çox xüsusiyyətinə valeh idi. Amma ən çox da inadkarlığına, səbrinə və dözümünə. Bu barədə düşünəndə həmişə Albert Einstein'in "Məndə heç bir istedad yoxdur, yalnız qatır inadı və ehtiraslı maraq var" kəlamı yadına düşürdü. Əlbəttə, dahi alim təvazökarlıq etmişdi. Elə Qambay Qasımlının da öz sahəsindəki istedadına söz ola bilməzdi. Lakin içindəki qatır inadı onu başqalarından daha çox fərqləndirirdi. Otaqdakı gərgin sükut yarım saata yaxın çəkdi. Nəhayət Qambay Qasımlı əlində saxladığı qələmlə vərəqdə 0412 qeydini edib notebooku qapadı. Dərindən nəfəs alıb onlara baxanda üzündə qalibanə bir ifadə var idi. Bayaqdan gözü vərəqdə olan Sevdan, "Bu rəqəmlər nəyə göstərir hocam?" deyə soruşmaqdan özünü saxlaya bilmədi. Qasımlı düşündüklərini deyəsən bu dəfə onlardan gizlətmək niyyətində deyildi. Beynində nəyəsə götür-qoy edib danışmağa başladı. Hadisə yerində olanda kafenin arxasındakı ağacların birinin gövdəsindən asılmış elektrik lampası gördüm. Naqil lampaya birbaşa kafedən gəlir. Çöldə elektrik açarı yoxdur. Gözətçidən lampanın hər gecə yanıb yanmadığını soruşdum. Cavab verdi ki, bəli, hər axşam hava qaralanda yandırıb səhər söndürürəm. İndi baxdığımız təsvirlərdə ağaclar yuxarıdan çəpəki görünür. Sıx çətirlər gecələr yanan lampanın işığını pərdələsə də tam gizlədə bilməzdi. Bunu düşünüb görüntülərə yenidən baxmaq istədim. Zənnimdə yanılmamışam.
Lampanın işığı çətirləri az da olsa yarıb keçirmiş. Düzdür, bunu işıq yanarkən tam anlamaq olmur. Lakin işıq söndürüləndə ağacların çətirləri çox tutqun, qapqara görünür. Bununla da işığın yandırıldığı və söndürüldüyü hallar arasında fərqi sezmək mümkün oldu. Deyirsiniz, yəni qətlin törədildiyi radələrdə şamlıqda işığı söndürüblər? Seldan heyrətləndi. Bəli, cinayət axtarış eksperti əminliklə cavab verdi. Saat 03:46-da söndürülüb, 04:12-də isə yenidən yandırılıb. Bunu kim edib? Elektrik açarının kafenin içində olduğunu nəzərə alaraq sizcə kim edə bilər? Yalnız qoca gözətçi, Seldan heyrətlə səsləndi. Hə, etiqad söndürüb, deyə Elmar başını ağır-ağır tərpətdi. Bəli, Qasımlı sözünə davam etdi. Seldanın paltarlarının nəmliyi ilə bağlı mülahizəsini sizdən eşitməyim yerinə düşdü. Etiqada qarşı məndə dərhal yeni şübhə yarandı və sizdən ipdəki paltarların rəngini soruşdum. Mən hadisə günü orada olmadığım üçün ipdən asılmış şalvarla köynəyi görə bilməzdim. Lakin kafenin qabağındakı kamera görüntülərinə baxmışdım. Orada küçəyə çıxıb ətrafa boylanan Etiqadın əynində həmin paltarlar var idi. Göy şalvar və üzərində göy zolaqları olan ağ köynək. Bu onu göstərir ki, Etiqad paltarlarını gecə 2-yə qalmış yox, saat 06:42-dən sonra yuyub. Həm də bilirsiniz niyə yuyub? Onlara sıçramış qan ləkələrini təmizləmək üçün. Axı, Elmar tərəddüdlə dilləndi. Qətl saat 4 radələrində baş verib. Belə olan halda niyə bu qədər gec yuyub paltarlarını? Bunu artıq özündən soruşaraq, Qasımlı cavab verdi. Mənə elə gəlir ki, üstündəki qan ləkələrinin fərqinə gec varıb. Həmin gün hava saat 06:30-da işıqlanıb axı. Kameranın görüntüsündə kafedən çıxıb ətrafa boylanandan sonra sanki yerdə nəsə axtarırmış kimi başını aşağı dikir, sonra dərhal geri qayıdır. Yerə nə üçün baxdığını ondan soruşanda həmin anlarda özündə olmadığını dedi. Lakin indi anlayıram ki, kişi öz üst başına baxırmış və paltarlarına sıçramış qan ləkələrini də ilk dəfə həmin vaxt görüb. Bəli, ola bilər, Seldan qayğılı halda dilləndi. İndi belə çıxır ki, Navidin qatili tapıldı. Mənim fikrimcə Etiqad yalnız ona verilən sifarişi yerinə yetirib. Sifarişçi, yəni mənim nəzərimdəki əsl cani başqasıdır. Etiqadı tutub danışdırsaq o adamın adını deyə bilər. Elmar fikrini bildirdi. Bəlkə də deyər, bəlkə də yox. Amma biz Etiqadı tutmamış sifarişçini axtaracağıq. Harada? Qəsəbədə. Navid oradan yığışıb şəhərə gələndə pulları özü ilə gətirməyib. Deməli, ortağı hər kimdirsə qəsəbədədir və o şəxsin Etiqadla yaxın əlaqəsi var. Qasımlı bunu deyib yenidən müstəntiqə zəng vurdu. Fuad bəy, sizdən bir xahişim də var. Aha, çox sağ olun. Mənə qəsəbədə Navidin ətrafında olmuş adamların tərcüməyə halları lazımdır. Şahvələd, Bərbər Xamis, Qadir, Usta Bəşir, Səfdər müəllim və Vəfadarın. Bugün mail ünvanıma göndərə bilərsiniz. Minnətdar olaram. Telefon danışığını bitirən kimi üzünü polis kapitanlarına tutaraq, indi siz polis bölməsindən qaydın və mən çağıran kimi bura gəlin, dedi və bir anlıq fasilə verib gülümsədi. Qatil ovuna çıxacağıq. 6-cı fəsil. Günortaya az qalmış Elmarın Toyotası Qasımlının yaşadığı binanın qarşısında dayandı. Sükan arxasında özü idi. Seldan isə sağında əyləşmişdi. Susub fikrə getmişdilər. Sən bu qoca qurda bax. Elmar birdən səssizliyi pozdu. Kimin ağlına da gələrdi ki, hər kəsin ilk səndən şübhələnəcəyini bildiyin halda gözətçisi olduğu kafenin 5-6 adımlığında adam öldürəsən. Seldan dostunun sözlərinə gec reaksiya verdi. Elə məsələ bundadır da. O da bilirdi ki, qətli məhz onun törətməsi kimsənin ağlına gəlməyəcək. Bir də deyirsən ki, hər kəsin ilk ondan şübhələnəcəyi halda. Məyər məndən başqa ondan şübhələnən olmuşdu? Məsələn, prokuror ya da mən özüm. İpdən asılan paltarlar arasında alt tumanının olmaması həqiqətən şübhəli idi. Amma təkcə şübhələnməklə də olmur ki, gərək şübhən məntiqə söykənsin və arxasında durasan. Mən tez geri çəkildim. Mənim şübhəmdə məntiq var idi, amma sən məni lağa qoydun. Yox, Seldan, etiraf elə ki, sən də iddianın üzərində ciddi dayanmadın. Paltarların yaş olması barədə sadəcə bir atmaca atıb keçdin. Etiqadla sən çaşdırdın məni. O paltarları ipdən suya axaq astığını dedi, sən də onun tərəfini tutdun.
Açıq-boz rəngli kostyum, beyaz köynək geyinib sumağa qalstuk vurmuş Qasımlı sağdakı arxa qapıdan maşına əyləşəndə məşhur Armani parfümünün xəfif ətri salona yayıldı. Bir daha salam uşaqlar. Salam hocam. Sevdan onunla üz-üzə olmaq üçün boynunu az qala 180 dərəcə döndərməli oldu. Salam. Elmar da başını arxaya çevirdi. Tələb etdiyiniz məlumatlar gəlib çıxdı. Qasımlı bir neçə saat əvvəllə müqayisədə daha rahat idi. Hə, Fuad bəy göndərdi. Elə indicə oxuyub bitirdim. Faydası oldu? Əlbəttə. O zaman indi hara gedəcəyik? Hara gedəcəyimizi bizə taksi şirkəti bildirəcək. Prokurorluq adından onlara sorğu verdirmişəm. Cavab gözləyirəm. Necə bir sorğu? Şübhələndiyim şəxsin adını verib soruşdum ki, bu adam 10-13 sentyabr arası tarixlərdə qəsəbəyə taksi sifariş veribmi? Əgər veribsə, şəhərdə hansı ünvana gəlib? Hə, bir neçə dəqiqə heç biri danışmadı. Taksi şirkətindən gələcək məlumatı gözləyirdilər. Qasımlının siması nədənsə tutulmuşdu. Bu hərdən arxaya çevrilərək ona baxan Sevdanın nəzərindən yayınmadı. Nə düşünürsünüz hocam? Navidi düşünürəm. Fikirlərini gizlətməkdə məşhur olan cinayət axtarış eksperti nədənsə qıza güzəştə getdi. Halallığa, dürüstlüyə alışdırılmış bu oğlan yəqin ki, həyatında ilk dəfə öz prinsiplərinə zidd gedərək yüksək məbləğdə pula qanunsuz sahib olmaq fikrinə düşübmüş. Bunun acı nəticəsi isə məlumdur. Əminəm ki, o bunu xəstə anasını həyata qaytarmaq üçün edib. Anasını hədsiz çox sevirmiş və yeganə arzusu onu əməliyyat etdirməkmiş. Elmar köks ötürdü. Bu acı nəticə özünün səhv ucbatından olub məncə. Bəli, Qasımlı gənc kapitanla razılaşdı. Kobud bir səhv edib. İnsanlara inanıb və nəticə doğrudan da acıdır. Anasını əməliyyat etdirə bilməməsi ilə yanaşı, öz həyatından da oldu. İmkanım olsaydı o qadını əməliyyat etdirərdim. Sevdan kövrək səslə dilləndi. Tanış bir iş adamı ilə bu barədə danışmışam. Söz verib, görək necə olacaq. Qasımlı bunu deyəndə gözlədiyi ünvan telefonuna gəldi. Onu dərhal Elmarın telefonuna yönləndirərək bu ünvana sür dedi. Sevdan cəld maşından düşüb arxa oturacağa keçdi və sizinlə təkrar əməliyyata getmək necə də xoşdur hocam, deyərək qürrələndi. 13 dəqiqədən sonra göstərilən ünvanda idilər. Küçənin bu tərəfində diş klinikası və aptek, digər tərəfində isə iri elektrik malları mağazası var idi. Bura bizim nəyimizə lazımdır? Elmar təəccüblə soruşdu. Qasımlı maşının içindən diqqətlə ətrafa boylanırdı. Nəhayət müşahidəsini bitirib oturacaqda yerini rahatladı. Bura bizə lazım deyil. Navigatorda doyumluq kafesini qeyd et görək nə çıxır. Polkovnikin göstərişini əməl edən Elmar heyrətləndi. Kafe buradan 100 addımlıq məsafədədir. Belə də gözləyirdim, deyə Qasımlı məmnunluqla gülümsədi. Siz bunun tülkülüyünə baxın. Kafeyə gəlmək üçün taksi sifariş verərkən diş klinikasının adını qeyd eləyib. Lakin hiləsinin bir faydası olmadı. Artıq cinayətin bütün gedişatı mənə məlumdur. Bu adam kimdir axı? Elmar cavab alacağını o qədər də ümid etmədiyi halda sual verdi. Cinayət axtarış eksperti həqiqətən də cavabdan yayındı. Məncə onun adını qatilin özündən eşitməyimiz daha yaxşı olar. Şirvani küçəsinə sür. Kafedən biraz aralı saxla və gözətçini maşına gətir. Toyota qarşıdakı tindən dönən kimi Şirvani küçəsinə girdi. Bu da dəhşətli qətlə şahidlik etmiş həmin kafe. Elmar maşını qapıdan 7-8 metr aralıda saxlayıb yerə düşdü. Sevdanla bura gəldikləri günü xatırlamışdı. Bədəni 23 bıçaq zərbəsi ilə dəlik deşik edilmiş Navidin şam ağaclarının çətirlərinə zillənmiş gözləri açıq idi. İndi belə məlum olurdu ki, o gözlər həyatda son dəfə etiqadın qırışmış sifətini görübmüş. Kafenin içində Ceyhun adlı ofisiant, aşbaz və 2 müştəridən başqa kimsə yox idi. Onu dərhal xatırlayan işçilərdən etiqadı soruşdu. Öz otağında yatır dedilər. Bura tör-tökündü içində itib batan balaca bir otaq idi. Etiqad paltarlı halda yatağına uzanaraq xorulduyurdu. Kişinin üzü indi Elmara başqa cür göründü. Bu gənc bir tələbəni amansızlıqla qanına bulayan, daha sonra hiyləgər danışığı ilə hüquq mühafizə orqanı əməkdaşlarını çaşdıran bir qatilin qorxunc üzü idi. Çiynindən tutub silkələdi. Qalx görüm, yatmaq vaxtı deyil. Eşitmirsən, səninləyəm. Hə, kimsə, nə olub?
Dik atılaraq yatağında oturan kişi alaqaranlıq otaqda onu bir qədər gec tanıdı. Hə, sənsən oğul, qalx, mənimlə gəl. Qolundan tutub qaldırdı. Nə olub axı, xeyirdir? Hə də, başqa işimiz gücümüz yoxdur, sənə xeyir verməyə gəlmişik. Gəl görüm. Bunu deyən Elmar gözətçini arxa qapıdan çıxarıb ağacların arasıyla maşının yanına gətirdi. Serdan arxadakı yerini qocaya verib özü ön oturacağa keçdi. O isə Qasımlının göstərişi ilə maşını kafedən uzaqlaşdıraraq məhəlləyici küçənin xəlvət bir yerində saxladı. Qasımlı onun sol tərəfində oturub baxışlarını narahat halda tez-tez sağa, sola gəzdirən Etiqada baxırdı. Özü də deyəsən ən çox da onun göy zolaqlı ağ köynəyinə. Oğlanı öldürəndə əynində bu köynək idi? Deyə qəflətən sual verdi. Siz nə danışırsınız? Qoca gözətçi sanki sualı sinəsinə dəyən qəfil güllə kimi qəbul etdi. Mən hara? Adam öldürmək hara? Qasımlı kafenin ön divarındakı nəzarət kamerasının məlum görüntüsünü telefonda açıb şübhəlinin gözünün qabağına tutdu. Saat 06:42-də bu paltar hələ əynindəymiş. Küçəyə çıxıb qaydandan sonra yuyub basmısan. Üstündə qan ləkəsi çox idi, hə? Telefonu qapıyıb cibinə qoydu. Küçə kamerasının görüntülərindən isə məlum olur ki, o gecə kafenin arxasındakı lampa 03:46-da söndürülüb və qətldən sonra 04:12-də yenidən yandırılıb. Təkcə bu faktlar barədə verəcəyim ekspert rəyi işini məhkəməyə göndərməyə kifayət edər. Çünki o lampanı gecə vaxtı səndən başqa heç kim yandırıb söndürə bilməzdi. Beləliklə məsləhət görürəm ki, özünü uşaqlığa qoyub boş yerə vaxtımızı almaqdansa, hər şey özünə etiraf edəsən. Möhkəm ilişdiyini anlayan Etiqad susurdu. Gözlərində mənasız bir ifadə vardı. Ya da bəlkə bu Elmara belə gəlirdi. Bəlkə də rənglərin bir-birinə qarşı bitdiyi bu gözlərin mənasızlığında ölüm deyilən məhcul şeyin əsl siması gizlənmişdi. Danış, gözləyirik, Qasımlı sərtləşdi. Mən xəstəyəm. Çarəsiz qalan gecə gözətçisi handan-hana qurumuş dodaqlarını gəmirərək dilləndi. Sanki səsi yerin 7 qat dərinliyindən gəlirdi. Xərçəng xəstəsiyəm. Amma bu xəstəlikdən əvvəl çəkdiyim xəyanət ağrısı həyatımı çürütmüşdü. Mən yaşamıram ki, ölüyəm. Ayaq üstə gəzməyimə baxmayın. Sözünə ara verib nədənsə Serdana baxdı. Hə, doğrudur. O uşağı mən öldürdüm. Bir kişinin namusuna sataşdığı üçün. Bu əməlimə görə də peşman deyiləm. Çünki namus yarasının nə olduğunu yaxşı bilirəm. Navid kimin namusuna sataşmışdı? Qasımlı kişinin sözünü kəsdi. Nə fərqi var ki, bir nəfərin? Kimdə o bir nəfər? Kimliyini deməyəcəm. Amma bilməyinizi istəyirəm ki, ona namus borcum var idi. Maraqlıdır. Bu necə bir namus borcudur? Kişi susub başını aşağı dikərək titrəyən əllərinə baxırdı. Sanki xəyalı keçmişin qaranlıq səhifələrini uçmuşdu. Yalnız maşının salonundakı 3 nəfərin ondan cavab gözlədiyini xatırlayanda qurumuş dodaqlarını yalayıb sözə başladı. Əskərliyim Saratovda keçib. Orada Rəsul adlı biri ilə dostlaşmışdıq. Özümdən artıq inanırdım ona. Əskərliyi bitirib vətənə qayıdandan sonra da əlaqəni kəsmədik. Dostluğumuz davam edirdi. Bir neçə ildən sonra işləyib pul qazanmaq üçün yenidən Saratova getmək qərarına gəldik. Bir-birimizə hər şeydə arxa dayaq durur, işləyib evə pul göndərirdik. Orada Boris adlı bir Azərbaycanlı oğlanla da tanış olmuşduq. Əsl adı Boris idi. Qasımlı qoca gözətçinin sözünü kəsdi. Hə, hər halda mən onu bugünə kimi Boris kimi tanıyıram. Yaxşı, davam elə. Boris Vladik adlı bir Rus kriminal avtoritetə cangüdənlik edirdi. Bir həmyerlimiz kimi bizə həmişə arxa durmağa çalışırdı. Saratova getdiyimin 5-ci ilində Azərbaycana gəldim. Məni Leysan adlı qızla evləndirdilər. Hədsiz gözəl idi. Toydan sonra onu özümlə götürüb Saratova qayıtdım. Özümdən 9 yaş kiçik olan Leysana dəli kimi vurulmuşdum. Həm onu sevirdim, həm də etibar edirdim. Kəndimizdəki ən namuslu ailələrdən birinin qızı idi. Ondan şübhələnmək ağlımdan belə keçməzdi. Hə, nə oldu ki sonra? Az yaşlı bir Rus qızını cinsi təcavüzdən qorumağa çalışan Boris Vladik'i bıçaqlayıb qaçmışdı. Öldürmək üçün axtarırdılar. Mənə pənah gətirdi. Saratova yaxın kəndlərin birində balaca bir ev almışdım. Açarı verdim ki, gedib orada gizlənsin. Getdi.
Vladikin adamları isə şəhərdə bizi rahat buraxmırdılar. Hətta həyat yoldaşımı da tutub Barisin yerini soruşmuşdular. Rəsula dedim ki, Leysanla birlikdə kəndə getsin. Ara sakitləşənə kimi orada Barislə qalsın. Dediyim kimi, Rəsul alçağa özümdən artıq inanırdım. Amma hardan biləydim ki? Xırıltılı öskürək sözünün ardını gətirməyə imkan vermədi. Yalnız bir xeyli öskürüb sakitləşəndən sonra davam edə bildi. Bir gün Baris mənə zəng vurub kəndə çağırdı. Dedi telefon söhbəti deyil, tez gəl. Getdim. Amma kaş gedə bilməyəydim. Kaş yolda qəzaya düşüb öləydim. Otağa girəndə Leysanı yataqda çılpaq, Rəsulu isə yarı soyunmuş halda döşəmədə gördüm. Baris hər ikisini güllələmişdi. Qapının ağzında bir vedrə çay balığı və tilov var idi. Baris hadisənin necə baş verdiyini danışdı. Məlum oldu ki, kəndin yaxınlığından keçən çaya balıq tutmağa gedibmiş. Çayın sahilində şübhəli adama rast gəlib, evə tez qayıtmalı olub. Otağa girəndə həyatda iki ən yaxın adamımı, yəni dostumu, arvadımı yataqda tutub və özünə hakim ola bilməyib. Hər ikisini tapança ilə vurmuşdu. Elmarla Seldan başlarını arxaya çevirərək söhbəti diqqətlə dinləyirdilər. Qoca sözünə ara verəndə Elmar Qambay Qasımlıya baxdı. Cinayət axtarış ekspertinin üzündə şübhəli ifadə dolaşırdı. Maşallah, sənin Barisin əsl namus mücəssiməsi imiş ki, deyə Qasımlı kinayə ilə dilləndi. Hə, Baris elə idi. Polkovnikin səsindəki rişxəndi duymayan Etiqad cavab verdi. Sən əminsən ki, hadisə məhz onun dediyi kimi olub? Yəni onun danışığından az da olsa şübhələnib başqa variantlar barədə düşünmədin? Orada başqa variant ola bilməzdi. Etiqad narazı tərzdə dedi. Həm də mən Barisə çox inanırdım. Nə axmaq adam imişsən. Biraz əvvəl hər kəsdən artıq Rəsulla arvadına inandığını deyirdin. İndi isə Barisə inandığını deyirsən. Sənin inanmaqdan başqa işin gücün olmuyor. Siz nə demək istəyirsiniz axı? Etiqad az qala çımxırdı. Baris kənddə gizlənəndə balıq tutmağa tez-tez gedirmiş. Polkovnik onun bu sualına əhəmiyyət vermədi. Axı o Vladikin adamlarına rast gəlməmək üçün evdən çıxmamalı idi. Bəs niyə çıxırdı? Tilovun Leysanla birlikdə ora gedəndə Rəsul aparmışdı. O balıq tutmağı sevirdi. Bəlkə elə o gündə balığa gedən Baris deyil, Rəsul olubmuş. Etiqadın gözləri bərəldi. Necə yəni? O hadisənin üstündən nə qədər keçib? 38 il. Hə, polkovnik başını mənalı tərzdə yellədi. 38 il bundan əvvəl baş vermiş cinayəti araşdırmaq fikrində deyiləm. Amma hissiyatım mənə deyir ki, əsl adını gizlədib Baris dediyin adam o gün səni əməlli başlı barmağına doluyub. Elə şey ola bilməz. Danışdıqların mənə məntiqli görünmür kişi. Namuslu kimi ad çıxarmış arvadın və sadiq dostun yəni o qədər qızmışdılar ki, Baris yaxınlıqdakı çaya balıq tutmağa gedəndə elə arxayın soyunub yatağa girmişdilər. Özün dedin ki, arvadın çılpaq idi. Yəni bunlar heç düşünmədilər ki, Baris qayıdıb üstlərinə çıxa bilər. Qapının cəftəsini nəyə görə vurmamışdılar? Yaxud cinsi əlaqəyə girmək istəyiblərsə, bunu tam soyunmadan edə bilməzdilərmi? Bir də Qasımla bir anlıq susub nə barədəsə düşündü. Sonra sözünə davam etdi. Güya Baris çayın sahilində şübhəli adama rast gəldiyi üçün evə tez qayıdırmış. Lakin özün dedin ki, qapının ağzında bir vedrə çay balığı var idi. Buradakı uyğunsuzluğu o an hiss edə bilmədinmi? Baris şübhəli adama rast gəlməsəydi, yəni bir vedrədən artıq balıq tutacaqdı. Buna nə ehtiyac vardı? Mən nə demək istədiyinizi anlaya bilmirəm. Canlı meyidə bənzəyən Etiqad iniltili səslə pıçıldadı. İstəsən, anlaya bilərsən. Arvadın sənə xəyanət etməyib. Nə də dostun xain çıxıb. Sadəcə sən o qədər axmaq, o qədər başıboş birisən ki, yad birinin sözünə aldanmısan. Arvadınla ən yaxın dostuna inamın, etimadın elə o qədər imiş. Etiqad maşında oturan adamların heç birinin üzünə baxmırdı. Nuru qaçmış gözlərini məhcul bir nöqtəyə zilləmişdi. Tükü də tərpənmirdi. Elmara bir an elə gəldi ki, kişi oturduğu yerdə ölüb. Serdana baxdı. Qızın Etiqada zillənmiş baxışlarında həm təəssüf var idi, həm də nifrət. Maşının salonundakı sükutu yenə Qasımlının səsi pozdu. Hələ danış görək, necə oldu ki, Baris səni Bakıda tapdı? Kişidən cavab gəlmədi. Səninləyəm, deyə polkovnik səsini qaldırdı. Hə? Sanki yuxuya getmiş Etiqad indi ayıldı. Nə dediniz?
Bu işlə əlaqədar Borislə harada və necə görüşdünüz? Sənin telefonun yoxdur. Deməli onunla telefon əlaqəniz olmayıb. Onun harada olduğunu bilmirdim. Etiqad gec dilləndi. 2 il əvvəl gözətçi işlədiyim bu kafedə heç gözləmədiyim halda rastlaşdıq. Mən keçmişi xatırlamaq istəmirdim. Ona görə də bir-iki kəlmə söhbət edib ayrıldıq. Sonra artıq iş yerimi tanıyırdı. Sentyabrın 12-si gündüz yanıma gəldi. Məni kafenin arxasına çəkib dərdini danışdı. Bu oğlan ailəsindən birinin namusuna toxunubmuş. Qızının mı, gəlinin mi, orasını demədi. Etiraf etmək onun üçün ağır idi. Ona görə mən də soruşmadım. Dedi ki, oğlanı öldürmək lazımdır. Amma mən bunu özüm etsəm dərhal anlayarlar. Başa düşdüm ki, bu işi mənim etməyimi istəyir. Və dərhal razılaşdın? Dərhal yox, əvvəl məmnun elədim. Dedim, mən bacaran iş deyil. Həbs olunmaqdan çox qorxuram. Onda Boris hirsləndi. Dedi, mən sənə xəyanət edən 2 nəfər öldürəndə həbs olunmaqdan qorxmurdum. Onu haqlı hesab etdim. Bir də düşündüm ki, bu işdə məndən şübhələnən olmayacaq. Kimin ağlına gələrdi ki, öz iş yerimdə bilərəkdən qətl törədə bilərəm. Ona görə də etiraz etmədim. Dedi, ayın 13-dən 14-ünə keçən gecə saat 4 tamamda oğlan bura, həmin bu şamlığa gələcək. Bu iş üçün sənə nə qədər pul təklif elədi? Sualı bu dəfə Seldan vermişdi. Lakin kişinin verəcəyi cavab Elmarı da çox maraqlandırırdı. 5000 manat təklif elədi. Amma puldan imtina elədim, özüm istəmədim. Dedim, o vaxt Saratovda sən məndən pul almamışdın ki, mən də indi səndən pul alım. O gecə baş verənləri olduğu kimi danış. Qasımlı amiranə səslə dedi. Elə bilməyin ki, adam öldürmək mənim üçün asan dedi. Etiqad ah çəkdi. Bu həyatımda ilk dəfə olacaqdı. Həmin an gəlib çatanda narahatlığım 1-ə 5 artdı. Axşam saat 11-də işçiləri yola salıb qapını içərdən bağladım. Yatıb yuxumu almaq istəyirdim. Amma o halda necə yata bilərdim? Həyəcandan əl-ayağım əsirdi. Cəsarətlənmək üçün biraz araq içdim. Düşündüm ki, öldürəcəyim adam alçağın, şərəfsizin biridir və onu öldürməklə Borisin ağır borcundan çıxmış olacağım. Oğlanın gəlməyinə az qalmış kafenin arxasındakı işığı söndürüb içəridə gözləməyə başladım. Mətbəxdən iri bir bıçaq götürüb əlimdə saxlamışdım. Bir neçə dəqiqə sonra arxa qapını astadan aralayıb şamlığa çıxdım. Ora çox qaranlıq idi. Bir ağacın arxasında gizləndim. Gözlərim yavaş-yavaş qaranlığa alışmağa başlayırdı. Oğlan düz deyilən vaxta gəldi. Xəstəxana hasarının yanında dayanıb qorxa-qorxa ətrafına baxırdı. Arxadan ehtiyatla ona yaxınlaşdım. Bu zaman gəlişimi hiss edib qəflətən mənə tərəf döndü və elə o an bıçağı sinəsinə soxdum. Yerə yıxıldı. Boris demişdi ki, çoxlu bıçaq zərbəsi vur və ayıb yerini də kəs ki, namus üstündə öldürüldüyünü bilsinlər, başqalarına da dərs olsun. Borisin dediyi kimi də elədim. Sonra qayıdıb kafeyə girdim. Bıçağı mətbəxdə yuyub yerinə qoydum. Şamlıqdakı elektrik lampasını yandırdım. Amma kafenin içindəki işığı yandırmağa qorxurdum. Kimsə çöldən işığı görər və gecənin o saatlarında yatmadığımı anlayardı. 2 saatdan çox qaranlıq otaqda oturub gözlədim. Hava işıqlananda kafenin qabaq qapısını açıb küçəyə çıxdım. Ətrafa boylandım. Bunu niyə etdiyimi özüm də bilmirəm. Bəlkə də ona görə ki, içərdə ürəyim partlayırdı. Təmiz hava almaq istəyirdim. Küçədə olarkən üç başımda qan ləkələri gördüm. Tez içəri keçib paltarlarımı yudum, aparıb ipdən astım. Kişinin sustuğunu görən Qasımlı yenə sual verdi. Oğlan ora gələndə özü ilə boş bir çanta gətiribmiş. Onu neynəmsən? Hə, çanta. Etiqad gicgahını ovuşdurdu. İçi boş bir çanta idi. Oğlanı vuranda qoltuğundan yerə düşdü. İkinci dəfə şamlığa çıxıb meyidə baxanda fikirləşdim ki, bu çanta polisin əlinə keçməklə Borisi ziyana sala bilər. Çünki mənim fikrimcə oğlanı ya Boris özü ya da hansısa adamı nə iləsə aldadaraq şamlığa çağırmışdı. Bir sözlə o çantanın başıma ağrıdacağından qorxdum və həmin yerdən hasarın o biri tərəfinə atdım. Sözünü bitirən qoca gözətçi sulanmış gözlərini gah Elmarın, gah da Seldanın üzündə gəzdirirdi. Onu ikrah dolu baxışlarla süzən Qasımlı, Boris 38 il əvvəl Saratovda olduğu kimi burada da səni aldadıb dedi.
Anlamadım. Etiqad baxışlarını ona çevirib key-key baxdı. Vəhşicəsinə öldürdüyü Navid heç bir namussuz hərəkət etməmişdi. Ümumiyyətlə bu işdə qadın məsələsi yoxdur. Necə yəni? Etiqad deyəsən heç nə anlamadı. Sənin Barisinlə Navid bir nəfərin öz həyatında bastırdığı 500.000 manat pul oğurlayıblar. Baris pulun hamısına tək başına sahib olmaq üçün oğlanı aradan götürmək istəyib. Və düşünüb ki, bu işi görmək üçün səndən daha axmaq birini tapmayacaq. İndi de görüm, Baris həqiqətənmi həmin 500 manatdan sənə heç tula payı da vermədi? Bu ola bilməz. Olub qoca, olub. İndi isə düş cəhənnəm ol get. Və buradakı söhbət barədə kimsəyə bir söz demə. Necə? Etiqad ölgün səslə dilləndi. Məni həbs etmirsiniz? Qasımlı başını buladı. Sən ölüsən, ölüləri həbs etmirlər. Düz deyirsiniz, mən ölüyəm. Etiqad bunu deyəndə Elmar onun gözlərinin ölü gözlərindən doğrudan da heç nə ilə fərqlənmədiyini görüb diksindi. Kişi oturduğu yerdə donub qalmışdı. Seldan dözməyib ona çımxırdı. Düş rədd ol get də. Qoza gözətçi yalnız bundan sonra qapını açıb yerə düşdü və qapını örtmədən kafeye tərəf addımladı. Ayaqlarını güclə sürüyürdü. Onun arxasınca baxan Elmar birdən başını bulayıb Qasımlıya tərəf çevrildi. Onu niyə buraxdınız Qambay müəllim? Bu cinayət işini rəsmən mən aparmıram. Axşam Fuad bəy özü həbs edər. Qasımlı dedi və nədənsə gülümsüyüb əlavə etdi. Əlbəttə, əgər o vaxta kimi həyatda qalsa. Ona yazığınız gəldi hocam. Seldan kədərlə soruşdu. Siz arvadının ona xəyanət etmədiyini deyəndə elə hala düşdü ki, sanki bu saat ürəyə partlayacaqdı. Sonra da suallarınıza iki kimi kör-körənə cavab verirdi, özündə değildi. Bilmirəm. Qasımlı çiynini çəkdi. Bəlkə də yazığım gəldi. Axmaq bir səhifə ucbatından bütün həyatı məhv olur. Amma Navidin qətlində əli olan kimsəni bağışlamaq fikrində deyiləm. Hər kəs öz layiqli cəzasını çəkəcək. Təbii ki, bu qoca da. Biraz da danışdırsaydıq, Barisin kimliyini öyrənə bilərdik, Elmar dedi. Qasımlı ağır-ağır başını tərpətdi. Barisin kim olduğunu bilirəm. Bilirsiniz? Seldan heyrətləndi. Kimdir o? Sifariş verdiyi taksinin izi ilə gəldiyimiz Usta Bəşir. Navidin qəsəbədə fəhlə kimi işlədiyi briqadanın rəhbəri. Usta kimi tanınıb, amma əslində dəllaldır. Ev tikdirənlə dükanlar arasında əlaqə yaradaraq pul qazanır. Qətlin onun tərəfindən sifariş verdiyini necə anladınız? Sualı yenə Seldan verdi. Navidin qəsəbədən çıxarkən pulları özü ilə götürmədiyini bilirdim. Qətli etiqadın törətdiyini anlayanda isə sifarişin qəsəbədən gəldiyinə tam əmin oldum. Ona görə də Fuad bəydən oradakı hər kəsin tərcümeyi halını öyrəndim. Bəşirin gəncliyini Saratovda keçirməsi faktı diqqətimi dərhal cəlb etdi. Çünki etiqadın uzun müddət o şəhərdə yaşadığını ilk söhbətimizdə özündən eşitmişdim. Beləliklə qətlin sifarişinin Usta Bəşirdən gəldiyinə şübhəm qalmadı. Taksis şirkəti ilə əlaqə saxlayıb onun sentyabrın 12-sində doyumluq kafesinə gəldiyini öyrəndim. Bundan sonra hər şey öz yerinə oturdu. Deməli qətlin sifarişçisi də əlimizdədir. Bəli, Fuad bəy onu da bu axşam həbs edə biləcək. Qasımlı dedi və üzünü Elmara tutdu. İndi sən maşını xəstəxananın qarşısına sür. Həyətə girib çantanı axtar. Xəstəxana nə zamandan bəri işləmir. Ümid var ki, çanta hələ də atıldığı yerdə qalsın. Bir dəqiqə sonra maşını darvazanın qabağında saxlayıb həyətə daxil olan Elmar buradakı 3 mərtəbəli köhnə binanın arxasına keçdi. Xəstəxana neçə aydır təmirə dayandırıldığı üçün həyət sınıq-salxaq köhnə mebellərlə və hər cür başqa zir-zibillə dolu idi. Kafenin arxasından atılmış çantanın hara düşə biləcəyini gözəyarı müəyyənləşdirib həmin səmtə getdi. Hasar boyu əkilmiş dekorativ kollar toz torpaq altında qalmışdı. Buraları göz gəzdirəndə diqqətini göy rəngli bir şey cəlb etdi və dərhal götürüb silkələyərək tozunu çırpdı. Bu, axtardığı əşya idi. Navid adlı bəxtsiz oğlanın çantası. Bir neçə yerdən süzülmüş çantanı gətirib maşında Qasımlıya verərək özü yerinə keçdi. Polkovnik çantaya ölmüş doğmasının əşyasına baxırmış kimi kədərlə baxırdı. Rayondakı bağıma gələndə həmin bu çanta əlində idi. Deyib köks ötürdü. Sonra çantanı bir neçə yerə qatlayıb qarşısındakı oturacağını arxa cibinə qoydu.
Araya yenə sükut çökmüşdü. Çünki heç birinin danışmağa sözü yox idi. Əslində isə gənc polis zabitləri məşhur qara xəfiyyənin nə deyəcəyini gözləyirdilər. Bunu anlayan Qasımlı nəhayət ki, Elmar, mənim evimə sür dedi və avtomobil yola düşəndən sonra sözünə davam etdi. Biz istəsək bugün kiçik bir əməliyyat keçirməklə həm Usta Bəşiri, həm də bərbər Xamisi ifşa edə, eyni zamanda oğurlanmış pulları ələ keçirə bilərik. Məni evimin yanında düşürən kimi birbaşa qəsəbəyə gedin, mülki formada və hərəniz öz maşınınızda. Hacı Şəhvələdin həyətində fəhlələr işləyirlər. Orada Qadir adlı bir fəhlə ilə söhbət etməlisiniz. Özünüzü ona təqdim edə bilərsiniz. Lakin başqa heç kimsə polis olduğunuzu bilməsin. Qadirə deyin ki, elə yanınızda bərbər Xamisə zəng vursun. Desin ki, polkovnik burada fasilə verərək nəyisə beynində ani düşünməli oldu. Qadir Xamisə desin ki, Mirxanovun evinə basqın edilən gecənin ertəsi, yəni sentyabrın 10-u gündüz yarımçıq villanın damına qalxarkən Usta Bəşirlə Navidi orada görüb. Xamisin həyətinə baxaraq astada nəsə danışırlarmış. Qadiri görəndə söhbətlərini dərhal kəsərək durduqları yerdən aralanıblar. Yalnız bunları desək kifayətdir. Bu Qadir üçün çətin olmayacaq. Çünki Xamis zaten ondan xəbər gözləyir. Aydın oldu? Tapşırıq aydındır, Elmar dedi. Amma bu nəyə lazımdır onu anlaya bilmədim. Qasımlı gülümsədi. Mirxanovun evinə basqın edib gözətçini öldürən və 500 min manat pulu aparan Xamisdir. Lakin əlimizdə bunu sübut edəcək dəlil yoxdur. Əminəm ki, Xamis pulu öz həyətində bastırıb və pulla dolu çamadanı oradan Navidlə Usta Bəşir götürüblər. Lakin Navid həyatda olmadığı üçün bu işi Bəşirin boynuna qoya bilmərik. Şahid yox, sübut yox. Bəşirin cinayət ortağı olan Etiqadın da bu puldan xəbəri olmayıb. Deməli Bəşirə təzyiq göstərmək lazım gələcək. Bunu isə itirdiyi yüksək məbləğdə pula görə bu saat gözü heç nə görməyən bərbər Xamis müstəntiqdən daha yaxşı bacarar. Qurduğum planın mahiyyəti də elə bundan ibarətdir. Qadirdən məlumatı alan Xamis Bəşiri dərhal oğurlayıb sorğu-suala çəkəcək, pulun yerini öyrənəcək və pulu götürərkən onları yaxalayacağıq. Yəni iki vacib şübhəli şəxs birdən ifşa olunacaq. Gözəl plandır hocam, Seldan dilləndi. Amma Elmarla mənim qəsəbədəki işimiz yalnız Qadirlə danışmaq olacaq. Əlbəttə yox, Qasımlı başını buladı. Sizin üzərinizə çətin vəzifə düşür. Sən Qadirin telefon zəngindən sonra Xamisin evini nəzarət altına alacaqsan. Elmar isə Usta Bəşirin evini. Çalışın ki, şübhə doğurmayasınız. Maşınınızı nəzarət etdiyiniz obyektdən aralı saxlayın. O evlərlə üzbəyüz hasarları kiçik nəzarət kamerası da yerləşdirə bilərsiniz. Əsas odur ki, gözünüzdən heç nə qaçmasın və şübhəli bir şey görən kimi telefonla mənə məlumat verəsiniz. Hər şey aydındır, Qambay müəllim. Planı bəyənən Elmar məmnuniyyətlə dinləndi. Bəs özünüz nə vaxt gələcəksiniz ora? Siz Usta Bəşirin Xamisin adamları tərəfindən oğurlandığını xəbər verən kimi Fuad bəy ilə birlikdə şəhərdən çıxacağıq. Başa düşdüm. Yenə sustular. Birazdan maşın gəlib Qasımlının yaşadığı binanın yan tərəfində dayandı. Qapını açıb maşından düşən polkovnik, "Ümid edirəm ki, bu gecə əməliyyatımız uğurla bitəcək" dedi və dönüb binanın qapısına tərəf getdi. 7-ci fəsil. Başımız söhbətə necə qarışıbsa, vaxtdan xəbərimiz olmayıb. Gecə keçir, mən gedim evə. Siz də çalışın tez yatasınız. Sabah buradakı işimizi tamam bitirməliyik. Bunu deyib ayağa qalxan Usta Bəşir fəhlələrlə sağollaşaraq Şahvələdin həyətini tərk etdi. Küçələr yaxşı işıqlandırılmadığı üçün alaqaranlıq idi. Amma evi uzaqda değildi. Piyada gedib gəlməyə alışmışdı. Axşam yeməyini fəhlələrlə yediyinə görə evə gedən kimi namazını qılıb yatacaqdı. Oğlu ailəsi ilə şəhərə daşınandan tək qalsa da yemək sarıdan korluq çəkmirdi. İş yerində Şahvələdin hesabına qarnını doydurur, bəzən də ürəyi istəməyəndə yaxınlıqdakı restorandan kebab gətizdirirdi. Bayaq söhbət zamanı Səftər müəllim qanını qaraltdı. Soruşdu ki, Xudata nə vaxt gedəcək? Navidin yası üçün yığılmış pulu nə vaxt aparıb anasına verəcək? Zalım oğlu cəmi 200 manat pul vermişdi. Elə bir böyük xeyriyyəçilik edib.
Bu adam niyə belə xəsis, pulgir və dargöz idi görəsən? Əslində Usta Bəşirin nə Navidin anası üçün yığdığı 1500 manatı, nə də oğlanın öz zəhmət haqqını aparıb ailəsinə vermək fikri yox idi. Biraz əvvəl qərara gəlmişdi ki, qarşıdakı bazar günü Şahvələdin həyətinə gəlməsin və ertəsi gün desin ki, Xudata getmişdim. Navidin anasına 2000 manat verib gəldim. Şahvələdin villasında tikinti işləri yekunlaşmaq üzrə idi. Oradakı işlərini qutaran kimi fəhlələri Mirixanovun bağına aparacaqdı. Bərbər Xamislə yaxşı pul danışmışdı və o pulun da çox hissəsi özünə çatacaqdı. Həyətə girib ala qapını arxasınca örtdü. Cəftəni çəkib işıqları sönmüş 2 mərtəbəli evinə baxdı. Sonra sağa dönüb hasarın yanı ilə bir neçə addım irəli getdi və təxminən 3 həftə əvvəl əkdiyi cavan ərik ağacının yanında dayandı. Hər dəfə həyətə girəndə birinci bu ağaca baş çəkir və hər dəfədə qarışıq hisslər keçirirdi. Sevinç, özgüvən və bir də sirrinin açıla biləcəyindən doğan narahatlıq hissi. Evə girib işıqları yandırdı. Səccadəni döşəməyə sərib namaz qılmağa başladı. Bir il bundan əvvəl qərara gəlmişdi ki, həccə getsin və namaza da o vaxtdan başlamışdı. Üzərində Kəbə təsvir olunmuş bu toxunma səccadə də ona hacının hədiyyəsi idi. Namazın sonunda əllərini göyə qaldırıb dua etdi. Bu sadiq bəndənin günahlarını bağışla, ya Rəbbim. İşimi avand elə. Sən həmişə sirri örtən olmusan. Bu sirrin də üstünü ört, heç vaxt açılmasın. Məni tutulmaqdan, rüsvay olmaqdan qoru. Səccadəni yığışdırıb yerinə qoyan kimi soyunub yatağa girdi. Üstündən 20 günə yaxın vaxt keçməsinə baxmayaraq, Navidin qətli ilə bağlı narahatlığı hələ tam keçib getməmişdi. Ona görə də hər namazında Allaha yalvarırdı, dua edirdi. O gün müstəntiq Ayazlı ilə birlikdə qəsəbəyə gəlib onları danışdıran Qambay Qasımlını xatırladı. Barəsində deyilənlərdən belə məlum olurdu ki, bu adam şeytanın özüdür. Əl buladığı cinayət işlərini axıra çatdırmamış, geri çəkilmirmiş. Həm də ona nə rüşvət, nə tapşırıq, nə də hədə qorxu keçmirmiş. Navidin ölümü ilə əlaqədar istintaqı Fuad Ayazlı apardığı halda onun bu işə qarışmasının axırı heç yaxşı görünmürdü. Amma əslinə qalsa bu cinayətin üstü açıla bilməzdi. Pulun onun əlində olmasının yeganə şahidi Navid idi. O da artıq həyatda deyildi. Xaçmazın uzaq bir kəndinin qəbristanında yatırdı. Şübhə doğurmamaq üçün qətildən sonra Etiqadla bir dəfə də görüşməmişdi. Bu qoca kaftar indiyə qədər tutulmamışdısa, deməli şübhədən uzaq qalmışdı və işin üstü bundan sonra da açılmayacaqdı. Həm də lap tutaq ki, qatilin Etiqad olduğu bilindi və kişi həbs edildi. Belə olacağı təqdirdə də Usta Bəşir diqqətdən kənarda qalacaqdı. Çünki özünü dostu Barisə borclu hesab edən Etiqad onu qətiyyən satmazdı. Yerində bir neçə dəfə o tərəf bu tərəfə çevrilsə də gözünə yuxu getmirdi. Rusiyada başına gələnlər yadına düşmüşdü. Saratovda söz sahibi olan Vladik də təsadüfən tanış oldu və tez zamanda aralarında isti münasibət yarandı. Bəşirdən cəmi 2-3 yaş böyük olan bu Rus balası onu yaman bəyənmişdi. Çox keçmədi ki, özünə sağ əl təyin etdi. Ətrafındakı Ruslardan daha çox güvəndi ona. Deyirdi ki, Azərbaycanlılar mərd olurlar. Ona görə də 12 yaşlı qızı Svetanın maşınla məktəbə aparıb gətirməyi də Bəşirə tapşırdı. Qız az zaman içində ona yaman isinişmişdi. Cədyə Boris deyirdi. Həm üzdən, həm də bədəncə qəşəng qız idi. Üstəlik şən, dilli dilavər. Yubkası o qədər qısa olurdu ki, yanında əyilib duranda bir neçə dəfə az qalmışdı Bəşiri yoldan çıxarsın. Lakin Vladikin adamın içini dəlib keçən sərt baxışları yadına düşəndə özünü yığışdırırdı. Azərbaycandan gəlmiş Etiqad və Rəsulla o illərdə tanış oldu. Yaxşı oğlanlar idi. Sakit, eyni zamanda mərd, dürüst. Bəşir onlara dedi ki, yerlimsiniz. Saratovda nə vaxt başınız dərdə düşsə, nə çətinliyiniz olsa yanıma gəlin. Əslində isə ətrafındakı Ruslarla gününü yaxşı keçirirdi deyə bu xeyirsiz gənclərə ciddi əhəmiyyət vermirdi. Yerli filan vecini alan deyildi. Lakin Etiqad evlənəndən sonra ona münasibəti dəyişdi. Bu sadəlif oğlanla daha yaxın münasibət qurmağa başladı. Çünki onun arvadı Leysandan yaman xoşu gəlmişdi.
18 yaşlı bu gəlinin gözəlliyi istər-istəməz onu özünə çəkirdi. Bir qədər qarabəniz idi, lakin üz cizgilərinin qüsursuzluğu tünd rəngli ətli dodaqları ilə birlikdə gəlinə elə gözəllik verirdi ki, bunu sözlə ifadə etmək olmurdu. Leysan Bəşiri ərinin dostu hesab edirdi. Ona qarşı mehriban və səmimi idi. Bu səmimiyyət Bəşiri bəzən aldadırdı. Belə vaxtlarda düşünürdü ki, bu cavan, gözəl gəlin ona qarşı biganə deyil. Buna baxmayaraq Leysanla münasibətlərdə irəliyə getməyə cəsarət etmirdi. Bir gün şeytan onu yoldan çıxardı. Lakin Leysana qarşı yox, Vladikin 12 yaşlı qızına qarşı. O gün Svetanı məktəbdən evə gətirməli idi. Sükan arxasında oturub gözləyirdi. Həmişəki kimi çox qısa donda olan Sveta qapını açıb cəld hərəkətlə sağındakı oturacağa atılanda qızdan nə gördüsə ağlı başından çıxdı. Özünü saxlaya bilməyib qızın çiyinlərini, boyun boğazını sığalladı. Sonra maşını xəlvət yerdə saxlayıb ona qarşı əxlaqsız hərəkətlər etdi. Sveta müqavimət göstərməsə də tutulub durmuş, yanaqları qızarmışdı. Bəşir bunu görəndə çox qabağa getməkdən özünü saxladı və düşündü ki, bu günlük bu qədər bəsdir. Svetanı aparıb evlərinin qarşısında düşürəndə qız ilk dəfə idi ki, onunla sağollaşmadı. Bu Bəşiri bir qədər narahat eləsə də çox dərinə getmədi. Fikirləşdi ki, yəqin utandığı üçün belə edir. Ertəsi gün Vladik onu gizli məkanlarının birinə çağıranda yenə ağlına pis bir şey gəlmədi. Yalnız Kolyanı şefinin arxasında görəndə dalağı sancdı. Vladik kimisə aradan götürmək istəyəndə işi bu adama tapşırırdı. Doğrudur, bir dəfə Barisin özünə də belə bir tapşırıq vermişdi. Lakin əsas gizli killeri Kolya idi. Vladik onun salamını almadan qəzəblə üstünə bağırdı. Sən nə cılaf adam imişsən Baris? Necə çörək itirən, nankör adam imişsən? Nə olub, neynəmişəm? Bəşir məsələnin nə yerdə olduğunu anlasa da özünü o yerə qoymamağa çalışdı. Sənə inanıb qızımı etibar etdim. Sən isə bu etibarımı heç sayaraq ayaq altına attın. İndi özündür, sənin cəzan nədir? Mən sənin qızına heç vaxt pis gözlə baxmamışam axı. Amma Sveta belə demir. Surətlə düşünüb vəziyyətdən çıxmaq üçün yol axtarırdı. Nəsə deyəcəkdi ki, bayaqdan kənarda sakit dayanmış Kolya ona yaxınlaşaraq sağ əlini qabağa uzatdı. Silahını ver. Elə bildi ki, onu elə buradaca öldürüb meyidini çaya atacaqlar. Bunu Kolyanın buz kimi soyuq baxışlarından anlamaq çətin değildi. Lakin o ölmək istəmirdi. Deməli canını qurtarmaq üçün nəsə etməli idi. Eşitmədin küçük? Killer eyni təmkinlə dinləndi. Tapançasını çıxardı. Lakin onu Kolyaya vermək fikri yox idi. Silahı Killer'in sinəsinə tuşlayıb daldalı qapıya tərəf çəkildi və özünü qəfildən çölə atıb yaxınlıqda saxladığı Volqasına doğru qaçdı. Sükan arxasına keçib sürətlə oradan uzaqlaşanda başının arxasınca atılan güllə səslərini eşidirdi. Yalnız şəhərdən çıxandan sonra Volqanı xəlvət bir yerdə saxladı. Yaxşı bilirdi ki, Vladikin əlindən sağ qaçıb qurtulmaq mümkün deyil. Şef onun gizlənə biləcəyi yerlərin, pənah apara biləcəyi adamların hamısı barədə məlumatlı idi. Birdən Etiqadı xatırladı. Vladik və adamları onun Etiqad gillə yaxınlığından xəbərdar deyildilər. Maşını onların yaşadığı məhəlləyə yaxın bir yerdə saxlayıb bir dəfəlik tərk etdi və axşamüstü düşməsini gözləyərək Etiqadın evinə yollandı. Həmyerlisi onu yaxşı qarşılayaraq nə baş verdiyini soruşdu. Etdiyi nanəcib əməli bu adama etiraf edə bilməzdi. Etiqadın necə qeyrətli bir adam olduğunu çoxdan anlamışdı. Ona görə də özündən tamam başqa əhvalat uydurdu. Güya Vladik onun gözü qarşısında azyaşlı bir qızı zorlamaq istəyib. O da bu rəzalətə dözməyərək şefini bıçaqla yaralayıb. Etiqad Rəsulu da evinə çağırdı. Nə tədbir görəcəkləri barədə birlikdə düşünüb baş sındırdılar. Axırda belə qərara gəldilər ki, Bəşir Etiqadın şəhər ətrafı kəndlərin birində yenicə aldığı evə gedərək bir müddət orada gizlənsin. Ölüm qorxusu yaşayan Bəşir Etiqaddan açarı alıb gecə ikən həmin kəndə getdi. Burada onu tanıyan yox idi. Bir neçə gün sonra artıq vəziyyətə alışmışdı. Etiqadın kiçik evində yaşayaraq gələcək planları barədə düşünürdü.
Burada uzun müddət qala bilməzdi. Vladikin adamları gec-tez yerini öyrənəcəkdilər. Ona görə də imkan düşən kimi Saratovu tərk edib uzaqlara getməli idi. Az geçmiş, Etiqad arvadını da Rəsulla birlikdə kəndə göndərdi. Vladikin adamları onun yerini öyrənmək üçün Leysanı da narahat edirlərmiş. Bəşir xoşlandığı cavan gəlinin gəlişinə çox sevindi. Hər halda bu darıxdırıcı evdə günləri bundan sonra daha maraqlı keçəcəkdi. Lakin Leysanı kənardan oğrun-oğru müşahidə etməklə, bir də süfrə arxasında yaxından görməklə kifayətlənməli olurdu. Gənc qadın intim yaxınlıq verənə oxşamırdı. Bir yandan da Etiqadın dostu onları otaqda tək qalmağa qoymurdu. Bir gün səhər yeməyindən sonra Rəsul dedi ki, balıq tutmağa gedəcək. Dediyinə görə kəndin yaxınlığından keçən çayda yaxşı balıqlar olurmuş. Bəşirə də onunla getməyə təklif elədi. Lakin Bəşir başının ağrıdığını bəhanə edib razılaşmadı. Leysanla tək qalacağına bərk sevinmişdi. Nədənsə dilxor olmuş Rəsul bir qədər könülsüz halda geyinib hazırlaşdı. Bu zaman oğrun baxışlarla gah Bəşiri, gah da dostunun arvadını süzürdü. Nəhayət tez qayıdacağını deyərək tilovun vedrəsini götürüb getdi. Və Bəşir dərdindən dəli divanə olduğu gəlinlə evdə tək qaldı. Leysan səhər yemək süfrəsini yığışdırıb qabları yumaq üçün mətbəxə keçmişdi. Əynində nazik don var idi. Yeriyəndə şux bədəninin bütün əzaları qabarıb gözə çarpırdı. Bəşir anladı ki, artıq dözə bilməyəcək və Rəsul qaydana kimi bu qadını yola gətirib yatağa salmalıdır. Mətbəxə girib arxadan qabları yumaqla məşğul olan Leysana yaxınlaşdı və ehtirasdan titrəyən səslə çay qalıb soruşaraq əlini onun arxasına çəkdi. Leysan duyduğu qeyri-adi təmasdan diksinərək geri çevrildi. Qarabuğdayı sifəti bir anda qızarmış, zaten iri olan gözləri sanki biraz da böyümüşdü. Hə, qalıb, gedin otağa gətirərəm, dedi. Onun da səsi titrəyirdi. Bəşir otağa qayıtdı. Damarlarındakı qanı cuşa gətirmiş şiddətli ehtiras qanla birlikdə beyninə axaraq ağlını başından çıxarırdı. Leysan gəlib bir stəkan çayı qarşısına qoydu. Deməli, etdiyi hərəkətə görə ondan inciməmişdi. Yoxsa ona niyə çay gətirərdi ki? Kim bilir, bəlkə ürəyindən olmuşdu o hərəkət. Bəşirin olub qalan ağlı onu belə düşünməyə vadar edirdi. Bundan daha dərin düşünməyə içindəki şəhvət dalğası imkan verməzdi. Gəlin dönüb getmək istəyəndə onu söhbətə tutmaq üçün cəld tərpənib, balıq yeməklərini sevirsən, deyə soruşdu. Belə də, Leysan boğuq səslə cavab verdi. Görəsən gəlin onunla niyə belə dilucu danışırdı? Az əvvəl etdiyi nalayiq hərəkətinə etiraz edimi bu? Yoxsa o da ehtiraslanmışdı və səsi ona görə boğuq çıxırdı. Hə, yəqin onun da hissləri oyanmışdı. Ehtiraslı birinə bənzəyirdi. Həm də Bəşir onun ərindən bir kişi kimi əskik deyildi axı. Nə yaraşıqda, nə də boybuxunda. Deyəsən bunu Leysan da lap əvvəldən görüb anlamışdı. Onunla həmişə mehriban danışırdı. Xoşu gəlməsəydi, niyə belə danışmalı idi? Üzüm pişirə bilirsən, söhbəti yarıda kəsilməsin deyə daha bir sual verdi. Hə, şəhərdən Etiqad alıb gətirirdi, pişirirdim. Çox gözəl, indi də pişirərsən yeyərik. Leysan cavab vermədən mətbəxə getdi. Oradakı işini qutarıb geri qaydanda narahat görünürdü. Birdən Bəşirin gözləmədiyi halda özü ilə xalat və dəsmal götürüb hamama girdi. Bəşir onun hərəkətlərini anlamağa çalışırdı. Görəsə niyə belə etdi? Rəsul qayıdıb gələnə kimi ondan uzaq qalmaq üçün, yoxsa bunu fikirləşəndə lap ehtiraslanırdı. 30-40 dəqiqə keçdi, lakin Leysan hamamdan çıxmaq bilmirdi. Saat tamam olanda Bəşirin hövsələsi tükəndi. Adam bu qədər də hamamda qalar, bu içərdə nə edir görəsən? Dözmədi, gedib hamamın qapısını döydü. Leysan, yaxşısan? Narahat oldum ay Leysan. Yaxşıyam, indi çıxacağam. Qadın biraz geç də olsa normal səslə cavab vermişdi. Deməli hər şey yolunda idi. Bundan arxayınlaşan Bəşir otağa qayıdıb ümidlə gözləməyə başladı. 15 dəqiqə də keçdi. Leysan nəhayət hamamdan çıxıb yataq otağına qaçdı. Bir dəqiqə sonra daha dözümü qalmamış Bəşir də qalxıb ora getdi. Qapını itələyəndə içərdən cəftə ilə bağlandığını anlayıb dilxor halda geri qayıtdı.
Birazdan Leysan yataq otağından çıxıb gəldi. Əynində başqa bir don var idi. Ona heç nə demədən mətbəxə keçdi. Deyəsən su içirdi. Oradan qayıdıb tutqun bir səslə "Boris qardaş, mən Rəsul gələnə kimi biraz yatacağam" dedi və yenidən yataq otağına yollandı. Bəşirin səbri tamam tükanmışdı. Cəld qalxıb onun arxasınca getdi və qapının cəftələməsinə imkan verməyib zorla içəri girdi. "Niyə belə edirsən Leysan?" "Nə edirəm?" Qadının gözlərində qorxu var idi. "Özün bilirsən, səni ilk gördüyüm gündən bəyənmişəm. Sənsiz dayana bilmirəm." "Çıx otaqdan." "Çıxmayacağam. Görürəm ki, sən də məni istəyirsən. Amma nədənsə çəkinirsən. Heç nədən çəkinmək lazım deyil." "Ayıb olsun sənə. Mən səni etiqadın dostu bilib hörmət edirdim. Bilmirdim belə şərəfsizsən." Bəşir yaxınlaşıb onu qucaqlamağa çalışdı. "Nə deyirsən de, sən mənim olacaqsan." O an üzünə dəyən sərt şillədən sarsılıb geri çəkildi. Olan qalan ağlı da keçirdiyi şəhvət hissinin təsiri ilə başından uçub getmişdi. Öz yatdığı otağa qaçıb oradan tapançası ilə qayıtdı. "Soyun, yatağa uzan, yoxsa səni öldürərəm." Leysan onun əlindəki silaha dəhşət içində baxırdı. Lakin təslim olmaq fikri yox idi. "Lap başımı kəssən də sən istədiyini eləmərəm. Hələ gör etiqad biləndə başına nə oyun açacaq? Qancığın balası." Tapançanı kətinin üstünə qoyub qadının üzərinə yeridi. Qamarlayıb çarpayıya uzadaraq üstünə qalxdı. Leysan onun sinəsini yumruqlayaraq "Kömək edin" deyə bağırırdı. "Qızı burax, alçaq!" Leysanın çığırtısını battıran bu gür səs Bəşiri qadının üstündən qalxmağa məcbur etdi. Əlində balıqla dolu vedrə və tilov tutmuş Rəsul açıq qapının ağzında dayanmışdı. Gözlərində qorxunc nifrət var idi. Vedrə ilə tilovu döşəməyə qoyub cibindən iri bir ovçu bıçağı çıxardı. Birbaşa Bəşirin üstünə gəlirdi. "Kişiliyin bu qədər imiş, bir qeyrət. Etiqad səni qorumaq üçün özünü, ailəsini təhlükəyə atıb. Səni evinə əmanət edib. Onun yaxşılığına cavabın budur. Səni tikə-tikə doğrayacağam it oğlu it." Bəşirin içində arzusunu gözündə qoymuş bu adama qarşı kin qaynamağa başladı. Buna qorxu hissi də qarışmışdı. Artıq düşünmək iqtidarında değildi. Qəfildən kətilin üstündəki tapançanı götürüb rəqibinə atəş açdı. Rəsul kökündən qopmuş ağac kimi döşəməyə səriləndə çarpayıdan qalxan Leysan üzünü tutub qorxunc səslə çığırdı. Bəşir çığılmaz vəziyyətə düşdüyünü anlayırdı. Düşünmədən silahı qadına tuşladı. "De görüm yaşamaq istəyirsən?" "Qatil, vəhşi!" Leysan əllərini üzündən götürüb cəsarətlə qarşısında tikəldi. "Elə bilirsən bu əməllərin cəzasız qalacaq? Etiqad səni öldürəcək." "Mən sənin ölməyini istəmirəm Leysan. Əgər sən də yaşamaq istəyirsənsə, ərinə dediklərimi təsdiq edəcəksən. Deyərsən ki, Rəsul sənə təcavüz etmək istəyirdi. Onu bu səbəbdən vurdum." "Heç vaxt!" Leysan var gücü ilə bağırdı. "Belə olanda səni də öldürməyə məcburam. Öldür, öldürməsən heç kişi deyilsən. Onda öl." Tapançanı qadının alnına tuşlayıb tətiyi çəkdi. Bir xeyli ayaq üstə donub qalandan sonra birdən özünə gəlib silahı kətilin üstünə qoydu. Leysanın döşəməyə sərilmiş meyidini qucağına alıb çarpayıya uzatdı. Donunu, daha sonra alt paltarını çəkib əynindən çıxartdı. Nə vaxtdır həsrətini çəkdiyi qadını çılpaq halda görəndə ehtirası yenidən kükrədi. Özünə hakim ola bilməyib hələ soyumamış meyidin üstünə atıldı. 5-6 dəqiqədən sonra ayağa qalxıb geyinəndə artıq ehtirası söndüyü üçün ağlı da başına qayıtmışdı. İndi vəziyyətdən çıxmaq üçün plan qururdu. Nəhayət qərarını verdi. Rəsulun uzunboğaz çəkmələrini çıxarıb qapının ağzındakı yerinə qoydu. Üst geyimini soyundurdu. Daha sonra şalvarını yarıya kimi aşağı çəkdi. Qadının əynindən çıxardığı paltarları döşəmədəki qan gölməçəsinin üstünə atdı. Bütün bunları az qala kör-köranə edirdi. İşini bitirəndən sonra da öz üst-başına əl gəzdirdi. Evin qapısını çöldən açarla bağlayıb etiqada zəng vurmaq üçün kəndin poçtuna yollandı. Özünü kəndə çatdıran etiqad otağa girib dəhşətli mənzərə ilə qarşılaşanda sanki bir anın içində 100 il qocaldı. Beli büküldü. Bu maymaq adam Bəşirin uydurduğu yalana dərhal inanmışdı.
Güya o balıq ovundan qaydanda Rəsulla Leysanı yataqda bu vəziyyətdə görüb və silahını çıxararaq hər ikisini öldürüb. Hansı ki Etiqad azacıq şübhələnib arvadının paltarlarını yerdən qaldırsaydı, gördüyü bu acınacaqlı səhnənin qurama olduğunu o dəqiqə anlayardı. Bir də ki Bəşir özü də buna imkan vermədi. Etiqad keçirdiyi şokdan tam ayılmamış, onu dərhal evdən çıxarıb uzaqlaşdırdı. Dedi ki, sən şəhərə qayıt, meyitlərin məsələsini özüm tək başına həll edəcəm. Lakin bu iş heç də asan olmadı. Meyitləri iri torbalara qoyub çaya aparmaq ağıllı iş değildi. Kimsə təsadüfən bunu görsəydi şübhələnə bilərdi. Buna görə də Etiqadı yola salan kimi işə başladı. Meyitləri bir neçə yerə doğrayıb torbalara yığdı. 6 torbadan 4-ünü soyuducuya yerləşdirdi. Sonra evin döşəməsini yuyub təmizlədi. Bu işləri bitirəndən sonra yerdə qalan 2 dolu torbanı iri bel çantasına qoydu. Rəsulun balıqçı paltarını geyinib çantanı çiyninə keçirdi və vedrə ilə tilovu götürüb çaya doğru getdi. Bu görkəmdə ondan kimsə şübhələnməzdi. Çayın kənarında xəlvət bir yer seçib düz suyun kənarına kimi gəldi. Bel çantasını çıxarıb yanına qoyaraq oturdu. Tilovu suya atıb özünü balıq tuturmuş kimi göstərməyə başladı. Əslində isə bütün diqqəti yan yörəsində idi. Kimsənin onun görmədiyini əmin olanda meyit parçaları yığılmış torbaları bel çantasından çıxardı və onlara daş bağlayıb çayın dərin yerinə atdı. Beləcə 3 gün ərzində çaya 3 dəfə gəlib getməklə meyitlərdən qurtulmuş oldu. Axırıncı 2 torbanı çaya atıb qayıtdığı gün düşündü ki, daha burada qala bilməz. Evi tərk edərək taksi ilə yaxın şəhərlərdən birinin hava limanına getdi. Oradan təyyarə ilə Moskvaya, Moskvadan isə Bakıya uçdu. Doğulub böyüdüyü rayona getmək fikri yox idi. Vladik onu orada asanlıqla tapa bilərdi. Ona görə də həmin bu qəsəbədə kirayə ev tutdu. Əvvəlcə fəhlə, sonra bir qədər bənnə işlədi. Tezliklə bu işlərdən uzaqlaşıb dəllallığa başladı. İlanı yuvasından çıxaran dili və hiyləgərliyi ilə yaxşı pul qazanırdı. Özünə ev eşik qurdu, evləndi. 2 il bundan əvvəl şəhərdə təsadüfən Etiqadla rastlaşdı. Bu bədbəxt Rusiyadan gələndən sonra elə onun kimi rayonuna qayıtmamış, Bakıda özünə iş axtarıb tapmışdı. Kafedə gecə gözətçisi işləyirdi. Keçən uzun illər ərzində o qədər çox dəyişilmişdi ki, əgər onu tanıyıb, Boris bu sənsən deyə çağırmasaydı, Bəşir onu əsla tanımayacaqdı. Zalim oğlu elə bir xortlayıb qəbirdən çıxmışdı. Xəyalları başından qovub ayağa qalxaraq tualetə getdi. Oradan qaydanda birdən ağlına gəldi ki, yatmazdan əvvəl cavan ərik ağacına bir də baxsın. Bu əhval-ruhiyyəsini yaxşılaşdıra bilərdi. Pijamadaca həyətə düşüb ərik ağacına yaxınlaşdı. Əlini uzadıb budaqlarına toxundu. Fikirləşdi ki, keçmişdəki xoşagəlməz hadisələri unudub gələcəyə baxmaq lazımdır. O artıq kifayət qədər varlı idi. İstəsəydi bundan sonra hər il xarici səfərlərə gedərdi. Ömrünün qalan illərini firavan yaşayardı. Yox, birinci Kəbəni ziyarət etməyə gedəcəkdi. Çox istəyirdi ki, ona Hacı Bəşir desinlər. Sonra Avropaya filana səyahətə çıxardı. Birdən ona elə gəldi ki, Navid həyətin qaranlıq hissəsindən çıxıb ona tərəf gəlir. Bismillah deyib gözlərini ovuşdurdu. Əlini gözlərindən çəkəndə xəyal artıq yox olmuşdu. Üşüdüyünü hiss edib tələsik evə qayıtdı. Yenidən yatağına girib yorğanı üstünə çəkdi. Amma deyəsən yata bilməyəcəkdi. Gözlərini yuman kimi Navidə xəyalını görürdü. Deyilənə görə Etiqad oğlana 23 bıçaq zərbəsi vurmuşdu. Bəşir özü ona tapşırmışdı ki, elə et. Hamı qətlin namus üstə törədildiyinə inansın. Yazıq uşaq, neynəmək olar, sənin də taleyin belə imiş. Onunla ilk görüşdüyü günü xatırladı. Körpünün altında Fəhlə bazarı deyilən yerdə. Daha doğrusu bu Navidlə ikinci görüşü idi. Oğlanı ilk dəfə 2 il bundan əvvəl Xudatın dərə bazarında görmüşdü. Avqust ayı idi, bazar günü. Oğlunun maşınında Nabrana gedirdilər. Oğlu onu orada qoyub Bakıya qayıdacaq, o isə bir dostunun evində 5-10 gün qonaq qalacaqdı. Xudat körpüsünə çatanda açıq havadakı bazar diqqətini çəkdi. Maşını saxladıb düşdü. Burada hər cür meyvə tərəvəz satılırdı.
Navidi də ilk dəfə orada gördü. Təzə fındıqla dolu iri bir vedrəni qarşısında qoyub dayanmışdı. Sakitcə, fağır-fağır dayanıb baxmağından alverdə təcrübəsi olmayan naşı bir adama bənzəyirdi. Yaxınlaşıb vedrədəki fındıqlara baxdı. İri xaçmaz fındığı idi. Bacıoğlu, kilosunu neçəyə verirsən bunun deyə soruşdu. 5 manata. Bəs hamısını almaq istəsəm? 50 manata. Bazardakı qiymətlərə görə ucuz deyirdi. Fındıq da yaxşı fındıq idi. Hamısı səliqə ilə təmizlənmişdi. 1-2 kilo almaq istəyirdi. Lakin oğlanın saflıq yağan gözlərinə baxanda anladı ki, bu bir vedrə fındığın hamısına pul xərcləmədən də sahib ola bilər. Sən burada gözlə, aparım maşına boşaldım, gətirib vedrəni qaytarım, pulunu da verim dedi. Gözlədiyi kimi də oldu. Oğlan bir anlıq duruxsa da atası yaşda birindən şübhələnməyi ağlına gətirmədi. Ya da bəlkə etiraz etməyi etiqadan kənar hesab etdi. Axır ki, razılaşıb yerində dayandı. Bəşir fındıqla dolu vedrəni gətirib maşının bagajına qoydu və heç bir vicdan əzabı çəkmədən yerinə keçərək oğluna "Sür gedək" dedi. Oğlu bu qədər çox fındığı niyə aldığını soruşanda isə dedi ki, ucuz verirdilər. Ona görə hamısını aldım. Yarısını nabranda qoyub qalanını uşaqlara apararsan. Bakıdakı fəhlə bazarında Navidi görən kimi tanıdı. İlk görüşlərinin 2 il keçməsinə baxmayaraq, oğlanın üzündəki saf, məsum ifadə heç dəyişməmişdi. Əvvəl ondan tez uzaqlaşmaq istədi. Amma sonra gördü ki, oğlan onu tanımayıb. Əslində Navidin onu tanıması çətin məsələ idi. Çünki 2 il əvvəl Xudadda rastlaşarkən üzü tərtəmiz qırxılmışdı. Bığ saqqalını hərcə getməyə qərara alandan sonra uzatmağa başlamışdı. Həm də o vaxt gözündə qara eynək vardı. Əynindəki qırmızı rəngli qısa qol köynək onu yaşından xeyli cavan göstərirdi. Navid Şahvələdin villasında fəhlə kimi işləməyə başlayandan yoldaşlarının hörmətini qazandı. Ona nə iş tapşırılırsa, hamısını dinməz söyləməz, vicdanla yerinə yetirirdi. Kiminləsə işi olmazdı. Amma üz gözündən həmişə kədər yağırdı. Bəşir sonra bildi ki, anası xəstəymiş. Yaşaması üçün təcili əməliyyata ehtiyac varmış. Əməliyyata isə olduqca çox pul lazım idi. 45.000 manat. Əslində Bəşirin evindəki qədimi sandıqda ehtiyat üçün saxladığı 70.000 manat pulu var idi. Lakin onun 45.000-ni niyə bu oğlana verməli idi axı? Nə olsun ki, yaxşı oğlan idi? Nə olsun onun ağsaqqal kimi hörmətini saxlayırdı? Axmaq deyildi ki, dəllallıqla qazanıb yığdığı o qədər pula götürüb Xaçmazın uzaq kəndindən gəlmiş yad birinə peşkəş eləsin. Sentyabrın 10-u idi. Xəbər yayıldı ki, gecə Mirixanovun bağ evinə girib gözətçisini öldürüblər. Güya evdən heç bir şey, qiymətli əşya, pul filan aparılmayıb. Lakin Bəşirə etibar edən Şahvələt onunla söhbət zamanı çox sirr açdı. Dedi ki, bir gün əvvəl öz əli ilə Mirixanova 500.000 manat pul verib və həmin pulu başçıdan oğurlayıblar. Beləcə hər şey məlum oldu. Bəşir artıq hüquq mühafizə orqanlarının bilmədiyi bir sirri bilirdi. Bilirdi ki, gecə başçının bağ evinə soxularaq gözətçisini öldürən adamlar oradan 500.000 manat pul aparıblar. Hacı Şahvələdin rüşvət kimi verdiyi pulu. Hə, sentyabrın 10-u idi. Şahvələdin həyətində fəhlələr oturub gecə baş vermiş hadisəni müzakirə edirdilər. Sonra hamısı Şahvələdin qarasınca deyinib onu asıb kəsməyə başladı. Yer-yerdən Bəşirin üstünə düşüb pullarını istəyirdilər. Təkcə Navid dinib danışmırdı. Susub dərin fikrə getmişdi. Axırda Bəşir fəhlələrə "Bəsdir, dincəldiniz, işinizlə məşğul olun" deyərək onlardan aralandı və kərpic daxmanın o biri tərəfindəki kölgəliyə tərəf getməyə başladı. Bu zaman Navid yoldaşlarından ayrılaraq arxasınca gəlirdi. Ona kölgəlikdə yetişdi. Sözlü adam oxşuyurdu. Amma hiss olunurdu ki, danışmağa çəkinir. "Nə olub bala, nəsə sözüm var?" deyə soruşmalı oldu. "Bəşir dayı." Oğlan danışmağa başlasa da sözünə davam etdirə bilməyib dayandı. Həyəcandan dodaqlarını gəmirirdi. "Çəkinmə bala, sözünü de, nə olub sənə?" "Mən..." Navid biraz susandan sonra danışmaq qərarına gəldi. "Mən bu gecə bir şey gördüm." "Nə gördün?" Bəşiri maraq bürüdü. "Gecədən keçsə də gözümə yuxu getmirdi. Birdən hənirti eşidib qonşu həyətə baxdım. Gördüm Xamiz mənim uzandığım tərəfə gəlir.
Əlində iri bir torba, bir də bel vardı. Gəlib hasara çatmağa 5-6 metr qalmış dayandı. Bellə yeri qazıb, əlindəki iri torbanı orada bastırdı. Sonra üstünə üzüm tingi sancıb evinə qayıtdı. Hə, belədir. Bəşir işin nə yerdə olduğunu dərhal anladı. Deməli, bu gecə başçının bağ evində gözətçisi öldürülür. Pul aparılır və həmin radələrdə Xamiz öz həyətində nəsə bastırır. Bu nə demək idi? Əlbəttə, o demək idi ki, başçının gözətçisini öldürən də, evdən 500 min manat pulu aparan da Xamizdir. İndi nə etmək istəyirsən, deyə soruşdu. Navid heç düşünmədən, bilirəm ki, polisə məlumat verməliyəm. Amma əvvəl sizinlə məsləhətləşmək istədim, dedi. Bu uşaq necə də saf və avam yetişdirilmişdi, ilahi. Anasını ölüm döşəyində qoyub Bakıya pul qazanmağa gəlib. 45 min manat ondan ötürü ölüm qalım məsələsidir. Bu pulu əldə etmək üçün canından belə keçər. Lakin indi ayağının altına tökülmüş 500 min manat puldan imtina edir. Görəsən yer üzünə bu qədədən daha axmaq bir adam gəlibmi? Sən dəlisən, deyə Əkyana acıqlandı. Polisə xəbər vermək nədir? İstəyirsən səni şahid kimi aylarla polisə məhkəmənin yollarında süründürsünlər? Hələ bərbər Xamiz onu satan adamın kim olduğunu öyrənəndə nələr edə bilər, bilirsən? Canından bezmisən, bala? Bəs nə edin Bəşir dayı? Navid aciz halda soruşdu. İnanın çox narahatam. Gecəni səhərə kimi yata bilməmişəm. Bu an Bəşirin beynində yalnız bir fikir vardı. Xamisin torpağa bastırdığı 500 min manat pulun ən azı yarısına sahib olmaq. Nəyin bahasına olursa olsun buna nail olmalı idi. O boyda sərvəti əldən çıxarmaq ən böyük axmaqlıq olardı. Nə edəcəksən ay oğul? Dedi. Yəni anlamırsan ki, o pulu Tanrı özü sənin qarşına çıxarıb? Nə vaxtdandır ananın əməliyyat pulu üçün o gözə görünməzə yalvarırsan? Daha nə istəyirsən? Qurbanı olduğum səsini eşidib, o pulu sənə göndərib. Navid uşaq kimi heyrətlənmişdi. Nə danışırsınız Bəşir dayı? O pul haramdır axı. Heç Tanrı da öz bəndəsinə haram pul göndərər? Bəşir burada gülməyini saxlaya bilmədi. Ağlını başına yığ ay bala. Haram dediyin şey bəndələrə aiddir, yaradana yox. Yer üzündə nə varsa hamısı onun malıdır, halalıdır. O pulu sənin qarşına çıxarıbsa deməli sənə də halal edir. Nə etməyimi istəyirsiniz? Oğlanın səsində bu dəfə tərəddüd var idi. Deyəsən yavaş-yavaş yola gəlirdi. Elə bu gecə pulu qazıb oradan çıxarmağın lazımdır, dedi. Mən elə şeyi bacarmaram. Bacararsan, heç kimdən əskik deyilsən. İndi ananın yeganə ümidi sənsən. O yazıq arvad gözləyir ki, haradansa pul tapıb onu ölümdən qutaracaqsan. Sən isə burada hələ də fikirləşirsən. Yenə deyirəm, Şahvələt o pulu haram yolla qazanıb. Mirxanova rüşvət verib. Xamiz də Mirxanovdan oğurlayıb. Bu üç adamı haram olan o pul sənə halaldır. Qurbanı olduğum onu sənə göndərib. Xamizin başına vurub ki, pulu gətirib həyətin ayağında bastırsın. Sənin isə yuxunu qaçırıb ki, onu görəsən. Yəni sən bu sadə həqiqəti anlaya bilmirsən, bala? Navid artıq düşünməyə başlamışdı. Bunu görən Bəşir Navidin saqqızını oğurlayıb yola gətirmək üçün oğlanın zəif damarına bastı. Sabah anan ölsə, başına döyə-döyə qalacaqsan. Amma onda gec olacaq. Cəsarətli ol. Bunu ananın xatirinə etməlisən. İndi bəlkə düşünürsən ki, bu Bəşir dayıya nə düşüb belə canfəşanlıq edir? Bilirsən niyə o pulu götürməyini istəyirəm? Sən ananın vəziyyətini danışandan sonra gecələr də rahat yatmıram. Elə hey düşünürəm ki, görəsən o pulu hardan tapıb sənə verə bilərəm. Əlimdən heç nə gəlmir deyə qanım qaralır. Özümdən utanıb xəcalət çəkirəm. Hə, nə deyirsən? Əslində düz deyirsiniz. Navid ah çəkdi. Deyəsən artıq yumşalıb yola gəlmişdi. Anam üçün bunu etməliyəm. Əlbəttə etməlisən bala. Yaxşı oğul anasını ölümdən qurtarmaq üçün heç nədən çəkinməz. Yaxşı, oğlan özlüyündə nəsə götür-qoy edirmiş kimi dilləndi. Tutaq ki, mən gecə nərdivanla Xamisin həyətinə keçib pulu oradan götürdüm. Onu harda gizlədəcəm, Bakıya necə aparacam? Məndən şübhələnə bilərlər axı. Ondan narahat olma. Sən bu gecə saat 2-də hamı yatandan sonra pulu götür. Mən saat 3-də evdən çıxıb gələcəm. Küçədə səni gözləyəcəm. Torbanı gətirib mənə verərsən. Aparıb evimdə gizlədərəm. Bir neçə günə ara sakitləşər. Həm də Xamiz pulun götürülməsindən xəbər tutmayacaq. Gəlib pulu məndən götürüb taksi ilə şəhərə apararsan.
Yəni sənə kömək etmək üçün əlimdən bundan artıq heç nə gəlməz. Yaxşı fikirdir, deyə Navid başını tərpətdi. Ancaq belə şey olmaz axı, biz onda pulu bərabər bölməliyik. Bəşir əlini havada yellədi. Yox, mən qoca kişiyəm, pula ehtiyacım yoxdur. Həm də o pul mənim deyil, sənin qismətindir. Mən buna razı deyiləm Bəşir dayı. Siz özünüzü mənə görə riskə atırsınız. Pul mütləq yarı bölünməlidir. Yaxşı, sən deyən olsun. Görürəm yaman tərsdən. Əsas odur ki, anan sağalıb həyata qayıtsın. Qalan şeylər düzələndir. O gecə də evdə tək idi. Saat 3-ə 5 dəqiqə qalmış həyətdən çıxıb qaranlıq küçələrlə Şahvələdin darvazasının qabağına gəldi. Heç bir dəqiqə də gözləyəsi olmadı. Navid deyilən vaxtda ala qapıdan çıxıb içində pulla dolu çamadan olan torbanı ona verdi. Torpağı təzədən yerinə doldurdun, deyə pıçıltı ilə soruşdu. Navidin səsi həyəcandan titrəyirdi. Hə, doldurdum. Tingi də yerinə sancdım. Afərin. İndi isə kiminsə gözünə görünmədən get yerinə gir yat. Yaxşı. Ehtiyatla evinə qayıdan Bəşir həyətdə çuxur qazıb torbanı orada bastırdı və üstündə həmin cavan ərik ağacını əkdi. Bu ağacı həyətin aşağısından çıxarıb gətirmişdi. O gecə səhərə kimi yatmayıb düşündü. Həyətdə bastırdığı 500 min manat pulun ən azı 250 mini onun idi. Yəni əgər Navidin payını özünə versəydi, Navidə heç nə verməsəydi, hamısı ona qalacaqdı. Yaxşı, pulun hamısını özünə götürsəydi, bu oğlan ona nə edə bilərdi? Əlbəttə heç nə. Heç bir qələt edə bilməzdi. Nə polisə şikayət edə bilərdi, nə də başqasına. Lakin bu işdə deyəsən ciddi bir problem var idi. Xamiz pulunun aparılmasından gec-tez xəbər tutacaqdı. Köhnənin qurdu olan hiləgər bərbər dərhal anlayacaqdı ki, o gecə pulu həyətdə bastıranda onun yalnız Şahvələdin yarımçıq villasının damından görə bilərdilər. Həmin yerdə gecələr kimin yatdığını öyrənmək onun üçün çətin olmayacaqdı. Bəs sonrası məlumdur. Navidi tutub danışdıracaq, işgəncə verəcək və sonra da oğlan dözməyib hər şeyi danışacaqdı. Yəni iş ortağı kimi onu da bagaja qoyacaqdı. Deməli bu işdən sağ-salamat qurtulub 500 min manatın hamısına yiyələnmək üçün qarşıda bircə yol var idi. Bu xaçmazlı balasını aradan götürmək. Ertəsi gün də yalnız bu barədə düşündü və qərara gəldi ki, həqiqətən başqa çarəsi yoxdur. Lakin qətl üçün elə plan qurmaq lazım idi ki, kimsə ondan şübhələnməsin. Biraz fikirləşəndən sonra ağlına etiqad gəldi. Bu işi ondan yaxşı bacaran olmazdı. Həm də Navid fəhlə yoldaşları ilə danışanda eşitmişdi ki, bacısı gildən çıxıb supermarketə gedəndə doyumluq kafesinin qarşısından keçir. Oğlanı hansısa bir yolla aldadıb kafenin arxasındakı sıx şamlığa gətirmək çətin olmayacaqdı. Artıq bilirdi ki, Navid Şahvələddən pulunu ala bilməsə də sentyabrın 13-də şəhərə gedəcək. Çünki universitetdə dərslərin başlanmasına az qalırdı. Etiqadla üzbəüz görüşmək üçün sentyabrın 12-sində taksi ilə şəhərə getdi. Etiqada dedi ki, bir oğlan ailəsinin namusuna toxunub. Özünü elə göstərdi ki, hər şey açıb deməyə qüruru imkan vermir. Etiqad əl çəkməyib hər şeyi dəqiqliyi ilə öyrənmək istəsəydi, Navidin güya nəvəsi Günəşə təcavüz etdiyini deyəcəkdi. Lakin axmaq qoca dərinə getmədən onunla razılaşdı. Oğlanın ayın 13-dən 14-ünə keçən gecə saat 4-də kafenin arxasına gələcəyini Etiqada bildirdi. Sonra Etiqada nələri və necə etməli olması barədə ciddi təlimat verdi. Dedi elə öldür ki, oğlanın namus üstə qətllə yetirildiyi baxan kimi bilinsin. Başqalarına da ibrət dərsi olsun. Onun şəhərə gedib getmədiyindən kimsənin xəbəri olmamışdı. Ertəsi gün gündüz saatlarında Navid qəsəbədən bir dəfəlik getməyə hazırlaşırdı. İmkan tapıb oğlanı bir xəlvətə çəkərək qətl planında öz üzərinə düşən işi yerinə yetirdi. Evdə saxlamağa qorxduğum üçün dünən pulların hamısını aparıb doyumluq kafesinin arxasındakı şamlıqda gizlətdim. Bu gecə orada görüşək. Pulun hamısını bastırdığım yerdən çıxarıb sənə verəcəm. Yəni öz payımı da etibarlı bir yerdə saxlayarsan. Vaxtı gələndə səndən alaram. Orada niyə? Oğlan təəccübləndi. Oralara bələdəm, yaxınlıqda kamera filan yoxdur. Yalnız kafenin ön divarında biri var. O hissəyə yaxınlaşma. Ağaclığa bir qədər aralıdan gir və xəstəxananın hasarının yanı ilə kafenin arxasına gəl. Düz saat 4 tamamda səni orada gözləyəcəm, gecikmə.
Saat 4 gec deyil. Yox, o saatda küçə-bacada adam olmur. Başqa vaxt bizi görə bilərlər və hər şeyi bada vermiş olaraq. Yaxşı, saat 4-də orada olacağam. Bu saf oğlan ona o qədər inanırdı ki, nə pulu Xamisin həyətindən oğurlamaqla bağlı birinci söhbətlərində, nə də indiki danışığında ondan azacıq da şübhələnməmişdi. Yatağında yenidən o biri üstə çevrilən Bəşir bunu düşünəndə qətlindən fərman verib öldürtdüyü Navid üçün azacıq üzüntü keçirdi. Lakin tez də özünü inandırmağa çalışdı ki, başqa çarəsi yox idi. Əgər bu bəxtsiz gənc öldürülməsəydi, gec-tez bərbər Xamisin iti caynaqlarına düşəcək və naçar qalıb onu satacaqdı. Həyət qapısının zəngi çalınanda diksinib xəyallarından ayıldı. Gecə vaxtı kim ola bilərdi bu çağırılmamış qonaq? Əvvəlcə ağlına polis gəldi. Yəni bu şeytan Qambay Qasımlı cinayətin izinə düşə bilmişdimi? Ancaq bu mümkün deyildi axı. O etiqaddan şübhələnə, hətta Navidi qətlə yetirildiyini ona sübut edə bilərdi. Lakin bundan qabağa getməsi mümkün deyildi. Bəşir onu ifşa edə, ya da ələ verə biləcək bir səhvə yol verməmişdi. Etiqad isə onu satmazdı. İşgəncə versəydilər də satmazdı. Həyət qapısının dəhlizdə çalınan zəngi susmaq bilmirdi. Yerindən qalxıb elə pijamadaca həyətə çıxdı. Tələsik ala qapıya yaxınlaşıb, "Kimdir?" deyə soruşdu. "Qapını aç, Bəşir kişi, səninlə söhbətimiz var." Səs tanış gəlsə də kimə məxsus olduğunu ayırd edə bilmədi. Bəlkə kimdirsə onunla iş danışmağa gəlmişdi. Özünü qorxaq göstərməyib qapını açdı. İçəri soxulan iki kişini dərhal tanıdı. Bunlar bərbər Xamisin adamları idi. Açıq-aşkar qorxuya düşdü. Bu hiləgər bərbər pulunun oğurlanmasında onun əlinin olduğunu necə öyrəndi axı? Qambay Qasımlı kimi adamın aça bilmədiyi sirri necə açdı? "Ağsaqqal, bizimlə gedək. Xamis Qədir səninlə görüşmək istəyir." Adnan sakit səslə dilləndi. "Xamisin gecənin bu vaxtı mənimlə nə iş ola bilər?" Bəşirin səsi titrədi. Keçirdiyi təlaş hissini gizlədə bilmirdi. "Biz bilmirik, gedib öyrənərsən." "Yaxşı, qoy gedim geyinim gəlim." "Lazım deyil, gedək." "Pijamada yaxşı deyil axı, ağsaqqal adamam. Narahat olma, orada səni bizdən başqa heç kim görməyəcək." Avtomobili darvazanın 1 metrliyində saxlamışdılar. Adnan onun qollarından tutub arxa oturacağı itələdi. Sonra özləri də yerlərinə keçdilər və maşın dərhal yola düşdü. Qaranlıq küçələrdə nə bir maşın, nə də piyada gözə dəyirdi. Xamisin evinə yetişəndə darvaza açıldı və maşın həyətə girəndən sonra yenidən örtüldü. Bəşiri maşından çıxarıb 2 mərtəbəli evlə qaraj arasındakı xəlvət yerə gətirdilər. Xamis onu burada gözləyirdi. Əllərini şalvarının cibinə qoymuşdu. Kin yağan gözləri ilə onu başdan ayağa süzürdü. "Hə, usta Bəşir, xoş gəlmisən. Bu pijama sənə nə yaman yaraşır? Mən sənin oğru və fırıldaqçı olduğunu bilirdim, amma qatil olduğunu ağlıma gətirməzdim. Afərin sənə." "Nə danışırsan Xamis?" Bəşir özünü heyrətlənmiş kimi göstərdi. "Məni bütün qəsəbə ağsaqqal kimi tanıyır, hörmət edir. Bu nə danışıqdır? Mənim həyətdə bastırdığım 500 min manat pulu Navid adlı fəhlənlə oğurlamısan. Sonra da o uşağı şahid qalmasın deyə öldürmüsən. Budur sənin ağsaqqallığın, sənin saqqalına." Bəşirin boğazı tamam qurudu. Bu Xamis polis xəfiyyəsi idi, ya prokuror idi ki, Qambay Qasımlı kimi tanınmış cinayət axtarış ekspertinin baş aça bilmədiyi cinayət işini açmışdı. Bu nə olan işidir axı? Özünü müdafiə etməyə çalışdı. "Ayıbdır Xamis, mənim kimi birinə bu boyda böhtan atmazlar. Əlində sübutun var?" "Hə, var." Bərbər əminliklə dedi. "Mən pulları həyətdə sentyabrın 9-u gecəsi bastırmışam. Navid adlı o oğlan gecələr tikdiyiniz villanın üstündə yatırmış. Oradan məni görüb və ertəsi gün bunu sənə bildirib. Həmin gün gündüz səni Navid ilə villanın üstündə görüblər. Oğlanla mənim həyətimə baxıb nəsə danışırmışsınız." "Hə, bax artıq bu yalan idi." Bəşir 2-ci mərtəbəyə tamamlanıb üstünə beton döşənəndən sonra ora heç qalxmamışdı. Bu nəsə qondarma işə bənzəyirdi. Nə demək idi bu? Bəlkə Xamis onu sadəcə sınayırdı? "Hə, yalnız belə ola bilərdi." "Onu sənə kim deyib?" deyə soruşdu. "Nə dəxli var kim deyib? Fəhlələrdən biri. Hər kim deyibsə yalan deyib. Mən o gün Navidlə villanın üstünə çıxmamışam." "Çıxmısan Bəşir kişi, bizi boş yerə yorma. Hər şeyi boynuna al.
Əgər azacıq da olsa məni tanıyırsansa, gərək biləsən ki, heç kəs məndən oğurluq edə bilməz. Kimliyinə baxmayaraq adamın ciyərini sökərəm. Oğlumun əziz canına and olsun, mən heç vaxt o villanın üstünə çıxmamışam. Deyirsən o Qadir gədə məni aldadıb? Səncə bərbər Xamisi aldatmaq mümkündür, qoca? Hə, deməli Qadir. Bəşir fikrə getdi. Bu adam Xamisi onun barəsində niyə belə ağ yalan söyləsin axı? Yox, bu mümkün değildi. Ağlabatan söhbət değildi bu. Xamis onu sınıyırdı. Deməli sona qədər diriyib boynuna heç nə almamalı idi. Bəli, aldadıb. Mən nəinki ayın 10-unda ümumiyyətlə heç vaxt o villanın üstünə çıxmamışam. Navidlə də gizli söhbətim, ortaq işim olmayıb. Xamisin işarəsi ilə adınan Bəşirin qarşısına keçib qarnına bir yumruq vurdu. İnildiyib 2 qat qalanda kürəyinə daha bir ağır zərbə endirildi. İndi düzü üstə yerə sərilmişdi. Xamisin hər iki adamı onu insafsızcasına təpikləyirdi. Bu işgəncə bəlkə də 10 dəqiqəyə yaxın çəkdi. Nəhayət onu buraxıb kənara çəkildilər. Bəşir istəsə də ayaq üstə dayana bilmirdi. Zorla dikəldib dizləri üstə qoydular. Xamis yaxınlaşıb qarşısında çöməldi. Bax Bəşir kişi, biz burada oyun oynamırıq. Söhbət mənim 500.000 manat pulumdan gedir. O pulu harada gizlətmisənsə de. Canını qutar, yoxsa səni elə buradaca parça-parça edib itilərin qabağına atacam. Bilirsən ki, edərəm. Ağlını başına yığ. Bəşirin bütün içi çalatı ağrıdığına görə ağzını zorla aça bildi. Məndə pul zad yoxdur. Bir əclafın sözü ilə məni nahaq belə edirsən. Başına dönüm, burax məni çıxım gedim. Pulların yerini deməsən səni buraxmayacam. Xamis qətiyyətlə deyib adamlarına nəsə işarə elədi. Behbud dərhal qarajdan bir manqal şişi gətirib ağasına verdi. Şişi əlində oynadan Xamis qarşısında dizləri üstə çökmüş Bəşiri buz kimi soyuq, qəddar baxışları ilə süzərək gülümsüyürdü. Axırıncı dəfə soruşuram, ağsaqqal, pullar hardadır? Özünə yazığın gəlsin. Nəzərə al ki, indi verəcəyim işgəncəyə dözmək hər adamın işi deyil. Bəşir bu Allahsız bərbərin ona şişlə nə edə biləcəyini bilmədiyi üçün gücü çatdığı qədər dirənib susmağa qərar vermişdi. Oğlumun canı üçün mənim heç nədən xəbərim yoxdur, deyə inildədi. Onda daha məndən incimə. Şişin ucu bud ətinə girəndə dözülməz ağrıdan qıvrıldı. Var səsi ilə qışqırmamaq üçün dodağını bərk-bərk dişləyirdi. Yalvarıram, eləmə Xamis. Lakin bu dəhşətli işgəncənin hələ başlanğıcı imiş. Şişin ucu ətinə yeridikcə yeriyib sümüyünə çatdı. İndi daha dözülməz, daha şiddətli ağrı iradəsini sındırıb əlindən almaq üzrə idi. Yalvarıram, qurban olum, eləmə, deyə xırıldamağa başladı. Xamisin isə ona rəhm etmək fikri yox idi. Sümüyə dirənmiş şişi sağa sola buraraq pullar hardadır, deyə soruşurdu. Bu ağrıya tab gətirmək həqiqətən insanın gücü xaricindəymiş. Şişin iti ucu bud sümüyündə oyuq açmağa başlayanda Bəşir dözməyib, tükürpəcici səslə heyvan kimi bağırdı. Lakin bu yalnız bir an çəkdi. Sonra səsi birdən-birə ölgünləşdi və həyətimdə bastırmışam deyib huşunu itirdi. 8-ci fəsil. Həmin vaxt qara rəngli bir Chevroletlə 2 radiolaşdırılmış polis avtomobili qəsəbəyə gələn yolda sürətlə şütüyürdü. Gecə saatları olduğu üçün küçələrdə maşınlar xeyli seyrəlmişdi. Ona görə də aralarında qısa məsafə saxlamaqla bir sırada hərəkət edən bu 3 avtomobil görənlərin diqqətini özünə çəkirdi. Chevroletin arxa oturacağında əyləşib qollarını sinəsində çarpazlamış Qambay Qasımlı sürücüsünə müraciətlə Pərviz, surəti azalt, tələsməyə ehtiyac yoxdur, dedi. Chevroletin və onun arxasınca gələn polis avtomobillərinin surəti azaldı. Qasımlının solunda əyləşmiş müstəntiq Ayazlı ona təəccüblə baxırdı. Prokurorluqda işlədiyi müddətdə bu dərəcə səbirli adama rast gəlməmişdi. Həbs etmək üçün yola çıxdıqları qətl sifarişçisi hazırda bir caninin əlində girov idi. Böyük ehtimalla ona işgəncə verirdilər. Qambay Qasımlı isə sürücüsünə tələsmə deyirdi. Biraz bundan əvvəl iş saatının çoxdan bitməsinə baxmayaraq Fuadın prokurorluqdakı kabinetində oturmuşdular. Qasımlı apardığı tədqiqat barədə qısaca danışdı və məlum oldu ki, o artıq Navidin qətli barədə hər şeyi bilir. Sən demə, qətlin sifarişini verən usta Bəşir, icra edənsə Etiqad imiş.
Fuad eşitdiklərinə inana bilmirdi. Qəsəbədə Usta Bəşirlə söhbət edəndə bu axıl kişi ona əsl ağsaqqal təsiri bağışlamışdı. Etiqaddan da əsla şübhələnmirdi. Hətta onun həbsini istəyən prokurorla bu barədə mübahisə də etmişdi. Lakin Qasımlının əlində kamera görüntüləri kimi kifayət qədər ciddi dəlillər var idi. Bir də Etiqadın yuyub basdığı paltarla bağlı Sevdanın yaddaşında qalanlar. Bütün bunları nəzərə alanda Fuadın Qambay Qasımlıya inanmaqdan başqa çarəsi qalmırdı. Polisi zəng vurub elə bu gecə Etiqadı həbs etməsini tapşırdı. Yəqin ki, indilərdə ondan bir xəbər gələcəkdi. Kabinetdə söhbət edərkən əvvəlcə Sevdandan, sonra isə Elmardan zəng gəldi Qasımlıya. Bərbər Xamisin bağ evini nəzarətdə saxlayan bacısı Bərbərin 2 adamının qara rəngli Mercedeslə darvazadan çıxdığını bildirdi. Usta Bəşirin evini müşahidə altında saxlayan Elmar isə qara Mercedesin ora gəldiyini, ev sahibini maşına mindirib apardıqlarını dedi. Bir dəqiqə keçməmiş Sevdandan növbəti zəng gəldi. Qasımlı telefonun mikrofonunu açdığı üçün Fuad bacısını aydın eşidirdi. Həmin Mercedes qayıdıb Xamisin həyətinə girdi. Darvazanı bağladılar. Yumşaq kürsüdə oturub xəfiyyələrindən gələn zəngləri sakitcə dinləyən Qasımlı Sevdanın ikinci zəngindən sonra təmkinlə ayağa qalxıb, "İndi gedə bilərik Fuad bəy" dedi. Qasımlı baş prokurorluğun xüsusilə mühüm işlər üzrə müstəntiqi sayılsa da, bu cür cinayət işinə belə müdaxilə etməsi Fuad narahat edirdi. Əvvəl tədqiqatı qeyri-rəsmi olaraq üzərinə götürdü, indi isə əməliyyata başçılıq edirdi. Hansı ki, Navidin qətli ilə bağlı cinayət işinin istintaqı rəsmən ona yox, Fuada tapşırılmışdı və işin bütün məsuliyyəti Fuadın üzərində idi. Həm də əməliyyat qanuna uyğun geçsəydi nə vardı ki? Onda Fuad o qədər də narahatlıq keçirməzdi. Məsələ burasındadır ki, Bəşiri bir müstəntiq kimi o istintaq etməli olduğu halda Qasımlı bu işi Mirixanovun bağ gözətçisinin qatilinə, Bərbər Xamisə həvalə etmişdi. Heç belə şey olar? Amma ürəyində etiraf edirdi ki, Navidin qətlinin sirrini Qasımlı açıb. Həm də gör bu adam cinayətin həqiqi izinə hansı detalla düşmüşdü. Navidin özü ilə hadisə yerinə apardığı boş çanta ilə. Axı necə olmuşdu ki, bu Fuadın ağlına gəlməmişdi? Navidin bacısı gildə mərhumun bütün əşyalarını qarşısına yığıb, onlara diqqətlə baxanda ağlına gəlməmişdi ki, bu əşyaların evə nəyin içində gəldiyini soruşsun. İstintaq təkcə elə bu boş çantanın köməyi ilə öz yanlış məcrasından çıxıb düz yoluna düşdü. Yoxsa Fuad namus məsələsində möhkəm yapışmışdı. Yalnız Navidin qadınlarla əlaqəsini araşdırırdı və belə getsəydi, istintaq aylarla uzanıb sonda nəticəsiz bitəcəkdi. Bir də ki, o neynəsin axı? İlk dəfə idi ki, belə hiləgər qətl planı ilə üzləşirdi. Birini pula görə aradan götürmək istəyən sifarişçi ona 23 bıçaq zərbəsi vurdurur. Bununla da kifayətlənməyib, qatilə meyitlə təhqiramiz rəftar etmək göstərişi verir. Fuadın yerində hansı müstəntiq olsaydı, dərhal bunun namus intiqamı olduğunu düşünərdi. Telefonu səslənib onu fikrindən ayırdı. Zəng vuran şəxs Etiqadı həbs etməyə göndərdiyi baş leytinant idi. "Nə oldu? O gözətçini bölməyə apardınız?" deyə soruşdu. "Yox, cənab müstəntiq." Baş leytinant təəssüflə cavab verdi. "Etiqad intihar edib." "Necə yəni?" "Özümlə 2 polis götürüb kafeyə getdim. Kimsə yox idi, işıqlar sönmüşdü. İçəri girdik. Gözətçinin otağına girəndə gördük ki, kişi iplə özünü tavandan asıb." "Hə, nəsə bir məktub filan qoyub?" "Xeyr, heç nə yoxdur." Telefonu söndürüb sağında əyləşmiş cinayət axtarış ekspertinə baxdı. Qəribə adam idi bu Qambay Qasımlı. Fuadın telefonda dediklərindən söhbətin Etiqaddan getdiyini anladığı halda ağzını açıb heç nə soruşmurdu. Hətta nəinki soruşmur, üz ifadəsindən belə görünürdü ki, buna heç maraq da göstərmir. Belə olduğu halda Fuad özü dillənməli oldu. Etiqad özünü asıb Qambay müəllim. Qasımlı bu xəbərə Fuada tərəf baxmadan laqeydliklə reaksiya verdi. Qəribədir, bu xəbər sizi heç mi maraqlandırmadı? Yox, çünki bunu gözləyirdim. Yəni o gözətçinin intihar edəcəyini bilirdiniz? Bəli. Və bunu bildiyiniz halda onu həbs etmədiniz, eləmi? Doğrudur. Qasımlı ona ani nəzər salıb üzünü yenə qabağa tutdu. Bilirsiniz Fuad bəy, o adam bədbəxt bir adam idi. Bir insanın həyatda ala biləcəyi ən böyük zərbəni almışdı. Öz düşüncəsinə görə 2 ən yaxın adamı ona xəyanət etmişdi. Əlbəttə, mən buna inanmıram. Əminəm ki, o vaxtlar Saratovda hadisələr başqa cür cərəyan edib.
Amma hər halda etiqad ona sevdikləri tərəfindən xəyanət edildiyini düşünürdü. Həyat onun üçün əsl cəhənnəmə dönmüşdü. Mən də ona bu cəhənnəmdən qurtulması üçün imkan vermək istədim. Fuad etirazını bildirdi. Amma qətlin sifarişçisinin Usta Bəşir olmasının yeganə şahidi o idi. Bəşirin əleyhinə əlimizdə başqa tutarlı sübut yoxdur. Mən cinayətini ona necə sübut edəcəm? Sizin əvəzinizə bunu xamis edəcək. Usta Bəşir xoşluqla nəyisə etiraf edəcək biri deyil. Sizi də tanıyıram. Bilirəm ki, işgəncənin, zorakılığın əleyhinəsiniz. Amma xamis 500.000 manat pulu əlindən çıxmış bir canidir. Bəşiri tutubsa deməli pulun onda olduğunu etiraf etdirəcək. Və Bəşir pulların gizlətdiyi yerdən çıxarıb ona verəndə hər ikisini həbs edəcəksiniz. Sizin işinizi asanlaşdırıram. Amma biz qanunsuz iş görürük, Qambay müəllim. Fuad qarşısındakı adama nə qədər böyük hörməti olsa da narazılığını bildirməkdən çəkinmədi. Qasımlı başını buladı. Əsas məsələ ədalətə, vicdanla xidmət etməkdir, Fuad bəy. Yazılmış qanunlar bunu heç də həmişə bacarmır. Narahat olmayın. Bərbər xamis Usta Bəşirə hədə-qorxu gəlib pullarını alacaq. Siz də hər ikisini həbs edəcəksiniz. Qəbul edin ki, Bəşirin pulların onda olmasını etiraf etməsi, Navidin qətlində sifarişçi olduğunu etiraf etməsi deməkdir. Yəni istintaqın bundan sonraki mərhələsində sizin üçün heç bir çətinlik olmayacaq. Qasımlının telefonuna zəng gəldiyi üçün söhbətini yarımçıq kəsib kiminləsə danışmağa başladı. Salam, yox, narahat etmədiniz. Ümid edirəm gecə vaxtı zəng vurmaqda məqsədiniz mənə xeyir xəbər verməkdir. Nə? Keçindi? Klinikada? Bu pis oldu. Həm də həddən artıq pis oldu. Yox, siz nə edə bilərdiniz ki? Yenə də xahişimi qəbul etdiyiniz üçün minnətdaram. Sağ olun. Gecəniz xeyrə qalsın. Telefonu söndürüb əlində saxlayan polkovnikin əhvalı birdən-birə dəyişdi. Üz-gözündən zəhrimar yağırdı. Dönüb Fuada baxdı. Həmişə kiməsə qəzəblənəndə olduğu kimi qaşları düyünlənmiş, sərt dodaqları bir-birinə sıxılmışdı. Gözlərində elə bir nifrət vardı ki, Fuad nə baş verdiyini soruşmağa cəsarət etmədi. Avtomobilinin salonuna ağır sükut çökmüşdü. Bir neçə dəqiqə davam edən bu sükutu nəhayət gənc sürücü pozdu. Əlləri sükanda olduğu halda Qasımlıya tərəf dönərək "Nəsə olub, Qambay müəllim?" deyə soruşdu. Qasımlı yenə bir neçə dəqiqə sussa da sürücüsünün sualını cavabsız qoymadı. Bir xeyirxah iş adamından xahiş etmişdim ki, Navidin anasını Bakıya aparıb əməliyyat etdirsin. O da boynuna götürmüşdü. Dünən gətirib klinikaya yerləşdiriblərmiş. İndi də qadının palatada öldüyünü xəbər verdi. Həkimlər deyiblər ki, gecikmisiniz. Bir həftə əvvəl gətirsəydiniz, nəsə etmək olardı. Hə, bu həqiqətən pis xəbər oldu. Fuad təəssüflə dilləndi. Yazıq uşaq anasını ölümdən xilas etmək üçün necə də çalışıb çabalayıbmış. Bunun üçün axırda oğurluğa belə əl atdı. Qasımlı onun sözlərinə münasibət bildirmədi. Siması olduqca tutqun idi. Nə isə barəsində ciddi düşünürdü. Onun əvəzinə Pərviz dilləndi. Yaxşı oğlan idi, Allah rəhmət eləsin, özünə də, anasına da. Qəsəbəyə çatmağa az qalmış Qasımlıya Seldandan zəng gəldi. Polkovnik mikrofonu açdı ki, səsi hamı eşitsin. Hə, Seldan, eşidirəm, dedi. Hocam, qızın səsi salona yayıldı. Mercedes darvazadan çıxdı. Bəşirin maşında olub-olmadığını müəyyən edə bilmədim. Müşahidəni davam etdir, deyə Qasımlı telefonu söndürdü. Bircə dəqiqə sonra Elmardan xəbər gəldi. Eyni avtomobillə yenə Usta Bəşirin evinə gəldilər. Həmin 2 nəfərdir, həyətdə nəsə edirlər. Qasımlı telefonu söndürmə dedi və özü də telefonu açıq saxladı. 5 dəqiqə sonra Elmarın səsi yenidən eşidildi. Çıxdılar, bir torbanı maşına qoyaraq sürüb getdilər. Lap yaxşı, Qasımlı dedi və növbəti təlimatını verdi. Artıq orada sənin işin qalmadı, biz qəsəbəyə çatırıq. Xamisin evinin yerləşdiyi küçədə mini market var, onun qabağına gəlin. Baş üstə, Qambay müəllim. Yenə Seldandan xəbər gəldi. Geri qayıdıb həyətə girdilər və darvazanı bağladılar. Qasımlı ona da mini marketin yanına getməyə tapşırıb telefonu qapadı. Bunu görən Fuad Pərvizə "Surəti artır, özümüzü ora getirməliyik" deyə səsləndi. Pərviz dərhal Qasımlıya baxdı. Qasımlı isə başını bulayaraq "Ehtiyac yoxdur, vaxtında yetişəcəyik" dedi.
Qambay müəllim Fuad səbirlə danışmağa çalışsa da bacarmırdı. Belə görünür ki, Bəşir pulların yerini deyib, yəqin öz həyətində bastırıbmış. Pulu gətirməyə gedəndə ev sahiblərini özləri ilə aparmayıblarsa, deməli şahid qalmasın deyə aradan götürmək istəyirlər. Biz təcili müdaxilə etməliyik. Narahat olmayın, onu öldürməyəcəklər. Qasımlı bir qədər susandan sonra dilləndi. Yetişəcəyik. Cinayət axtarış ekspertinin üzündə indi bayaqki kədər və nifrətdən əsər əlamət qalmamışdı. Olduqca sakit görünürdü. Sanki nəsə gizli bir qərar vermişdi və onu yerinə yetirəcəyinə əmin idi. Qəsəbəyə girmişdilər. 1-2 dəqiqə sonra minimarketin qarşısına çatdılar. Pərviz maşını saxlayıb faraları söndürdü. Polis maşınları da onlardan biraz aralı dayanıb işıqlarını söndürdü. Elmarla Seldan artıq öz maşınları ilə burada idilər. Ətrafda başqa kimsə gözə dəymirdi. Fuad cəld maşından düşüb arxadakı polis avtomobillərinə doğru getdi. Qrupun başçısı olan mayora Xamisin həyətinə girməyə hazır olmağı tapşırıb yenidən Chevroletin yanına qayıtdı. Bu zaman heç tələsmək fikrində olmayan Qasımlı maşının salonundan yenicə çıxırdı. Xəfiyyələri dərhal ona yaxınlaşdılar. Seldan, hocam, məncə əməliyyat düşündüyünüz kimi gedir, hə? Hə, Qasımlı başı ilə razılığını bildirdi. Siz öz vəzifənizi yaxşı yerinə yetirdiniz. Bundan sonrakılar Fuad bəylə əməliyyat qrupunun işidir. Usta Bəşir, Xamis və onun adamları bir yerdə yaxalanacaqlar. Biz də əməliyyata iştirak etməyə istəyirik, Elmar dedi. Edin də, Qasımlı gülümsədi. Fuad bəy yəqin ki etiraz etməz. Silahınız üstünüzdədir? Hə, əlbəttə, Seldan dərhal cavab verdi. Mənimki də üstümdədir, Elmar dedi. Qasımlı başını razılıqla tərpətdi. Hər halda çalışmaq lazımdır ki, atışma olmasın. Başlarının üstünə qəfil almaq lazımdır. Fuad hövsələsini bir təhər basıb bu lüzumsuz söhbətin bitməsini gözləyirdi və imkan tapan kimi cəhd dilləndi. Qambay müəllim, Xamis pulu alıbsa, deməli Bəşirlə bir işi qalmayıb. Elə bu dəqiqələrdə onu öldürə bilər. Mən polislərə əməliyyata başlamaq əmri verirəm. Tələsməyin Fuad bəy deyib Qasımlı cibindən siqaret qutusunu çıxardı və birini götürüb tələsmədən yandırdı. Xamis dəli deyil ki, daha bir ağır cinayət işləyib işini ağırlaşdırsın, dedi. Xamis Mirxanovun bağ evinə basqın edərək gözətçisini öldürüb və 500 min manat pulu aparıb. Hazırda onun yeganə şahidi Bəşirdir. Əgər elə bu dəqiqələrdə işə qarışmasaq onu öldürəcək. Biz gecikirik, gecikmərik. Bir də ki, Bəşir Xamisin cinayətinə şahid deyil axı. Xamis Bəşirdən pulu zorla alıb. Bunun üçün yəqin ki, o yaşda kişiyə işgəncə də verib. Usta Bəşir kimi adam sağ qalsa bunu unudarmı? Xamis də uşaq-muşaq deyil. Yaxşı bilir ki, onu sağ buraxsa, başçının evinə kimin basqın etdiyini dövlət orqanlarına bildirəcək. Yaxşı, siz deyən olsun. Qasımlı çəkib qutardığı siqaretin kötüyünü yerə atdı. Buyurun, əməliyyata başlayın. Fuad elə o dəqiqə dönüb ondan əmr gözləyən polis mayoruna işarə etdi. Silahlı polis əməkdaşları maşınlardan yerə atılaraq hasarın dibi ilə Xamisin darvazasına doğru irəliləməyə başladılar. Fuad, Qasımlı və 2 gənc polis kapitanı da onların arxasınca gedirdilər. Darvazaya yetişəndə polislərdən biri hündür hasardan aşıb içəridən ala qapını açdı. Mayorun əmri ilə polislər həyətə doluşdular. Fuad və digərləri də onlardan geri qalmırdılar. Zülmət qaranlığa bürünmüş evin həndəvərində kimsə yox idi. Lakin böyük həyətin aşağılarında bir neçə qaraltı gözə dəyirdi. Əməliyyatçılar diqqət çəkmədən ora yönəldilər. 2 kişi bellə qazılmış bir çuxuru doldururdu. Bərbərin özü isə əllərini belinə qoyub onlara tamaşa edirdi. Əməliyyatçılar onların başının üstünü bir göz qırpımında aldılar. Yanan fənərlər və silahlar cinayətkarlara tuşlanmışdı. Polis mayoru, təslim olun, deyə ucadan əmr etdi. Başqa çarələri yox idi. Əllərini qaldırıb təslim oldular. Yalnız Xamisin adamlarından nisbətən gənc olanı tapançasını çıxarıb müqavimət göstərmək istədi. Onu da Elmar bircə həmlə ilə tərkil silah edib üzüstə yerə uzatdı. Burada bastırdığınız nədir? Fuad qolları qandallanmış ev sahibindən soruşdu. Xamis nədənsə ona yox, Qasımlıya baxırdı. Gözlərində nifrət var idi. Fuad sualı təkrar edəndə, sizin üçün belə maraqlıdırsa, özünüz çıxarın baxın, dedi. Mayorun əmri ilə 2 polis yenicə torpaqla örtülmüş yeri bellə qazmağa başladı. 2 dəqiqə sonra artıq oradan çıxardıqları insan cəsədini biraz kənarda arxası üstə yerə uzatmışdılar. Fuad əyilib fənərin işığında meyidə baxdı.
Bu Usta Bəşir idi. Boğazı yarıya qədər kəsilmişdi. Bədəninin başqa yerlərində də ağır işgəncə izləri vardı. Əsəbi halda köks ötürüb ayağa qalxdı. Qasımlı ilə sürücüsü Pərviz meydin o biri tərəfində dayanmışdılar. Qasımlının üz ifadəsindən nəsə anlamaq mümkün değildi. Əməliyyatın heç də uğurlu keçmədiyini düşünən Fuad dilxor olmuşdu və buna görə də ürəyindən keçən sözləri dilinə gətirdi. Dəfələrlə dedim Qambay müəllim, dedim ki geciksək kişini öldürəcəklər. Bəli, gecikdik. Qasımlı bir qədər susandan sonra başını təəssüflə yelləyib dedi. Elə bu an Fuadın gözü Pərvizə sataşdı. Oğlanı nədənsə gülmək tutmuşdu və bunu ondan gizlətməyə çalışırdı. Epilog. Qasımlının uğurlu, müstəntiq Ayazlının isə uğursuz hesab etdiyi əməliyyatın ertəsi günü növbəti həbslər başladı. Mirxanovla Şahvələt həbs edildilər. Bütün gizli var dövlətləri aşkar edilərək müsadirə olundu. Lakin iş bununla da bitmədi. Mirxanovun sürücüsünü də, hətta müğənni Zinyət də tutulanlar arasında idi. Bir sözlə, Navidin faciəli ölümünə yol açmış 500 min manatla az-çox əlaqəsi olan hər kəs məsuliyyətə cəlb edilmişdi. Usta Bəşirin ölümü ilə bitən əməliyyatdan 10 günə yaxın vaxt keçmişdi. Qasımlı evində tək idi. Mətbəxdə özünə qəhvə hazırlayırdı. Keçən günlər ərzində Navid barədə kifayət qədər düşünsə də, fikri yenə də həyatdan nakam getmiş bu bəxtsiz oğlanda idi. Düşünürdü ki, görəsən o gecə pulların torpağa bastırıldığını görən Navid nə etməli idi? Başqa vaxt, başqa məqamda bu sualın cavabı Qasımlı üçün qəti və bir mənalı olardı. Dərhal polisə məlumat verməli idi və salam. Lakin indi bu çətin sualdan belə asanlıqla qurtulmaq istəmirdi və düşünürdü. Nə etməli idi Navid? Bəlkə o gecə gördüyünü görməzliyə vurub unutmalı idi. Amma anası ölüm ayağında idi axı. Ona çoxlu pul lazım idi və bu pulu halal yolla qazana bilməyəcəkdi. Deməli pulu bastırıldığı yerdən qazıb götürməli idi. Bəlkə də hə, bəlkə də yox. Hər halda əgər götürməli olsaydı, bu işi Usta Bəşirsiz tək başına etməli idi. Bilməli idi ki, bu dünyada kiməsə etibar yoxdur. Əsas da ortada pul söhbəti varsa. Yaxşı, belə fərz edək ki, pulu tək başına götürüb, göy rəngli yol çantasına dolduraraq şəhərə apardı. Bəs sonra? Sonra əlbəttə ki, şəhərlərini aparıb 450 mini etibarlı bir yerdə gizlədər, əlindəki 50 min manatla anasına əməliyyat etdirərdi. Amma deyəsən bu o qədər də ağıllı işə bənzəmirdi. Hiləgər bərbər pulla dolu çamadanın Navid tərəfindən götürüldüyünü gec-tez anlayacaqdı. Çünki pulu bastıranda onu təkcə yarımçıq villanın damından görmək mümkün idi. Orada da gecələr yalnız Navid olurdu. Deyir ki, oğlan bir müddət xamisdən qaçıb gizlənə bildi. Yəni bu qansız bərbər başçının bağ gözətçisini öldürdüyü üçün həbs edilənə kimi. Amma xamis o iş üstündə həbs edilsəydi, 500 min manat söhbəti mütləq ortaya çıxacaq və Navidi bu dəfə polis axtaracaqdı. Qəhvə hazır olan kimi fincanı götürüb iş otağına keçdi. Qəhvədən bircə qurtum içmişdi ki, telefonu zəng çaldı. Elmar idi. Hə, Elmar, eşidirəm, dedi. Salam Qambay müəllim. Gənc polis kapitanı onu salamladı. Salam, xeyr ola. İndi görürəm ki, o rəhmətliyin çantası maşınımda qalıb. Siz onu qatlayıb oturacağın arxasındakı cibə qoymuşdunuz axı. Boş çanta? Qasımlı fikirli olduğu üçün bunu qeyri-iradi soruşdu və yersiz sualına görə dərhal özünə acığı tutdu. Sual Elmarı da təəccübləndirmişdi. Bəli, çanta əvvəldən boş idi. Neyniyim onu? Məndən niyə soruşursan? At getsin də. Bir qədər sərt tonda deyib telefonu qapadı. Əhəmiyyətsiz bir sualla fikrinin dağılması onu əsəbləşdirmişdi. Bayaqçı düşüncələrinə qayıtmağa çalışdı. Deyəsən Navidin o 500 min manata sahib olması, yəni çantasını həmin pulla doldurması heç bir halda mümkün görünmürdü. Onda belə çıxırdı ki, əyrinin düzü, haramın halalı üstələdiyi bir cəmiyyətdə dürüst insanların çantası həmişə boş qalmağa məhkumdur. Yəni bu doğrudanmı belə olmalı idi? Aprel, avqust 2025-ci il, Bakı.